Şah İsmail Xətai, Şah İsmail Səfəvi və Səfəvilər haqq etmədikləri, layiq olmadıkları çox uca bir məqama qaldırılıb qoymuşlar. Bizim məqsədimiz onu oradan endirib layiq olduğu yerə qoymaqdır. Kürd mənşəlidirlər Səfəvi ailəsi. O dövrdə Kürd deyəndə dağda çobanlıq edən adamlar nəzərdə tutulurdu deyirlər. Belə deyil təbii ki. İndi Kürd deyəndə nə başa düşürsə, o dövrdə də Kürd deyəndə o başa düşür. Necə ki, İndi türk deyəndə nə başa düşülürsə, onu ayrım deyərdilər də məsələn. Bunların hamısını mən dəlilləri ilə göstərəcəm. İnsafla desək, İranlı tədqiqatçılar, tarixçilər bu məsələdə bizim Azərbaycanlı bəzi Azərbaycan tədqiqatçılar daha obyektivdirlər. Tarixi həqiqətləri gizlətmirlər. Onu demək istəyirəm ki, bu bilinən bunun üçün professor, Səfəvişünas professor olmağa ehtiyac yoxdur. Azərbaycan tarixini oxuyan hamı bilir ki, Səfəvilərin siyasi iddiaları Şah İsmaillə başlamayıb. Şeyx Cüneydlə başlayıb. Şeyx Heydərlə davam eləyib və sonra da İsmail Səfəvi hakimiyyətə gəlib. Azərbaycanda hər 10 adamdan 2-3-üdür ki, məndə seyidlik var. Yəni, amma bu belə olmur axı. Bunun mütləq bir dəlili təqdim olunmalı. Şəcərə olmalı. Şəcərə yoxdur. Bir insan nə qədər məzhəb təəssübkeşi olsa da, nə qədər radikal məzhəbçi olsa da, heç vaxt nə öz anasını öldürməsin, nə öz dayısını öldürməsin, nə öz dayısı uşaqlarını öldürməsin, nə öz ana tərəfdən əqrabalarını, sümüklərini qəbirdən çıxarmaz, yandırmaz. Bunu eləməz yəni. İnsan nə qədər radikal məzhəbçi də olsa. Amma bu eləyib, baxın, bunların tarixi qaynaqlarda var. Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adı ilə. Bismillahirrahmanirrahim. Xoş gördük hər birinizi, dəyərli izləyicilər, əziz həmvətənlər. Allahın salamı ilə hər birinizi salamlayıram. Selamun aleykum, rahmetullahi və barakatuhu. Dəyərli izləyicilərimiz, biz bir müddət öncə sizlərin diqqətinə çox gözəl və maraqlı bir video material təqdim etmişdik. Həmin video materialda biz Şah İsmail Səfəvi haqqında söhbət etmişdik və bu video material çox böyük bir marağa səbəb olmuşdur və bizə çox saylı təşəkkürlər ünvanlanmışdır bu mövzunu açdığımız və müzakirə etdiyimizə görə. Və eyni zamanda tənqid edənlər də olmuşdur təbii ki. Yəni, və biz də tənqidə təbii ki, açıq və tənqidi qəbul etməyə razıyıq. Əgər tənqid doğru düzgün olarsa, biz də yanlışlarımızı düzəltməyə də hazırıq hər zaman. Və istərdik ki, bugün bu ikinci bir verilişdə həmin bu tənqidlər üzərində bizə edən tənqidlərin müzakirəsini edək və onun üzərində bir müzakirə aparaq. Və bunun üçün bir studiyamıza dəyərli qonağımız Elnur müəllimi çağırmışıq, dəvət etmişik. Siz artıq Elnur müəllimi tanıyırsınız, tanış olmuşsunuz. Elnur müəllim, xoş gəlmişsiniz. Xoş gördük. Necəsiniz? Çox sağ olun, təşəkkür edirəm. Siz necəsiniz? Yaxşı, inşallah. Mən də sizə təşəkkür edirəm dəvətinizə görə. İzləyicilərimizi də Allahın salamı ilə salamlayıram. Elnur Nəsirov 14 iyul 1974-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1991-ci ildə Bakı şəhərində yerləşən kimya-biologiya təmayüllü 5 saylı liseyi bitirmişdir. 1992-ci ildə Türkiyə Respublikasının Selçuk Universitetinə qəbul olmuşdur. 1997-ci ildə həmin universitetin Fənn Ədəbiyyat Fakültəsinin tarix bölməsini bitirərək ali təhsil almışdır. 1997-1999-cu illərdə Selçuk Universiteti Sosial Elmlər İnstitutunda orta əsrlər tarixi ixtisası üzrə magistr təhsili almış və 1999-cu ildə magistr dərəcəsinə layiq görülmüşdür. 1999-cu ildə eyni universitetin Sosial Elmlər İnstitutunun orta əsrlər tarixi bölməsi üzrə doktoranturaya qəbul olunmuşdur. 2003-cü ildə 13-cü yüzyıl başlarında Anadolu-Azərbaycan ilişkiləri mövzusunda dissertasiya müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Həqiqətən də sizin dediyiniz kimi Səfəvilər haqqında bizim birinci bundan daha əvvəl hazırladığımız video podkastda biz çox müsbət geri dönüşlər aldıq. İstər Tövbə kanalı vasitəsilə, istərsə də şəxsiyə təşəkkürünü bildirənlər oldu, dəstək mahiyyətində şərh yazanlar oldu. Buna görə bilən izləyicilərimizə təşəkkür edirəm.
Tənqid eləyənlər də oldu. Bu da olacaq əlbəttə ki. Çünki uzun illərdən bəri, ta Sovet dövründən bəri Səfəvilər mövzusu ilə bağlı Azərbaycan cəmiyyəti bir tərəfli belə deyək, təbliğata məruz qalıb. Bəli. Alternativ bir fikir eşidilməyib, tənqidi bir fikir eşidilməyib və buna görə də bizim tarixi həqiqətləri Səfəvilərlə bağlı dilə gətirdiyimiz tarixi həqiqətlər bizim bəzi izləyicilərimizdə heyrət doğurdu, belə deyək. Və bəziləri də oldu ki, qaynaq tələb edirdilər, mənbələr nəyə istinad elədiyimizi soruşurdular və bu da o zərurəti doğurdu ki, biz yenidən bu mövzuya qayıtmalı olduq. Həmçinin bununla bağlı debat tələb eləyənlər də oldu, amma debat tələb eləsələr də sonradan özlərini tələb elədikləri Debat edib qaçanlar. Bəli, Elə desə daha debat doğru edib olar. qaçdılar, gəlmədilər və biz bir də onu gördük ki, Azərbaycandan bir tarix müəllimi Türkiyədən Səfəvişünas professor deyə təqdim elədiyi bir şəxslə 2 video şərh hazırladı. Güya bizim Səfəvilərlə bağlı hazırladığımız video şərhə cavab mahiyyətində, amma nəticə etibarilə həmin o video söhbətdə də onların təqdim elədiyi video söhbətdə də bir yenilik olmadı. Bizim dediklərimizi təsdiq elədilər böyük ölçüdə. Amma bir sıra don geydirmələrlə, manipulyasiyalarla, yalanlarla işin içindən belə deyə çıxmağa çalışdılar. Bugün bizim söhbətimizin əsasını biraz da bu təşkil edəcək. Burada ifadə edilən təhriflərə biz cavab verməyə çalışacağıq. Bəli. Yeri gəlmişkən Elnur müəllim, elə buradan izləyicilərimizə demək istəyirəm ki, yəni kimlər ki iddia edirlər biz debatdan qaçmışıq, yəni Elnur müəllim görə debat eləmək istəməyib, debatdan qaçıb. Onların müraciətimiz budur ki, yəni bizim studiyamız hazırdır və biz açığıq debata. İstəsəniz debat etmək, biz həmişə hazırıq. Yetər ki, gözəl, ədəbli şəkildə, çəkilişlə, yəni orta bir, belə deyək də, məkanda Allahın izni ilə biz debat etməyə hazırıq. Elnur müəllim, bir də mənə bu çox maraqlıdır ki, Sovetlər Birliyi dönəmində, bir az qeyd etdiniz, Sovetlər Birliyi dönəmində, yəni Səfəvilik və Xürrəmilik çox təriflənirdi. Yəni biz o vaxtı tədris materiallarında da, yəni bu haqda həmişə belə, necə deyim, həmişə müsbət bir fikirlər eşitmişik Sovet təbliğatının içərisində. Halbuki indi Sovetin təbliğatı hər birimizə məlum idi. Onların ideologiyası tamam fərqli bir ideologiya idi. Yəni türkçülüyə qarşısında olan bir ideologiya idi. Buna da bir zəhmət olmasa Bəli, tamamilə haqlısınız. Maraqlıdır ki, Sovet dövründə kommunist liderləri nəzərə almasaq, Azərbaycan tarixində sadəcə 2 şəxsiyyətin adına rayon, küçə, prospekt və s. vardı. Biri Xətai, digəri də Babək. Bəli, sizin də dediyiniz kimi bu artıq bunun üzərində düşünmək üçün səbəb və əsas verir. Həqiqətən də istər Xürrəmilik, istərsə də Səfəviliyin və Şah İsmayılın Azərbaycan tarixində qabardılaraq ön sıraya çıxarılması, haqq etmədikləri yerə oturdulması Azərbaycan tarixində bu Sovet dövrünə və ələlxüsus Stalin dövrünə aiddir. 30-cu illərdə Babək personajı tarixdən, Azərbaycan tarixinin dərinliklərindən çıxarılıb ön plana çəkildi və yenə də Stalinin dövründə biz Şah İsmayıl Xətainin Azərbaycanın tarixi şəxsiyyəti, parlaq tarixi şəxsiyyəti olaraq təqdim edildiyini gördük. Sovet dövləti bir imperiya idi. Azərbaycan da onun müstəmləkəsi idi. Azərbaycan tarixinə, mədəniyyətinə Sovet dövrünün, xüsusən də Stalin repressiyalarının necə böyük zərbə vurduğunu mənə elə gəlir ki, izah eləməyə ehtiyac yoxdur. Bunu hamı bilir. 37-ci il repressiyaları olsun, 1920-ci ildə Azərbaycanın milli ziyarlarının, Azərbaycan tarixi, mədəniyyətinin, ədəbiyyatının məhv edilməsi məhz Stalin dövründə baş vermişdir. Və yaxud da Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası, bunlar hamısı Stalin əməllərdir. Amma maraqlı bir şəkildə həmin dövrdə Şah İsmayıl Xətainin Azərbaycan tarixindəki mühüm rolu haqqında bir təbliğat, təşviqat videosu hazırlanır. Biz bu videoya bir baxaq. Qədim Ərdəbil şəhəri, məşhur Şeyx Səfi məqbərəsi,
Bu məqbərənin günbəzi üstündə Şah İsmail Xətainin qılıncları sancılmışdır. Onlar Xətainin qazandığı qələbələrin rəmzidir. O, İran-Azərbaycan feodallarını birləşdirdi, Səfəvilər dövlətini qurdu, Türkiyə ilə müharibələr apardı, 15 yaşındaykən Azərbaycanın və İranın şahı oldu. Onun dövründə bir çox mühüm fərmanlar birinci dəfə Azərbaycan dilində yazıldı. Şah İsmail Xətai yalnız məşhur sərkərdə və dövlət xadimi deyil, eyni zamanda Azərbaycan elinin görkəmli bir şairi və öz dövrünün ən məşhur söz ustalarından biri olmuşdur. Qədim kitablara zinət verən nəqqaşın gözəl sənətinə nəzər yetirin və qiymət verin. Gördüyünüz kimi 1947-ci ildə Arazın Otayından deyə bir video propaganda, təbliğat videosu çəkilir. Stalinin hakimiyyətdə olduğu bir dövrdə. Və Şah İsmail təriflənir. Bəli, Şah İsmail orada ilk dəfə orada səsləndiyini biz eşidirik ki, Azərbaycan dili ilk dəfə dövlət dili olaraq istifadə olunmuşdur. Kimi yalanında Stalin dövründə ortaya atıldığı bu video çaxdan da görünür. Niyə görə, necə olur ki, belə bir şey baş verə bilir? Çünki biz bilirik ki, Komünist Partiyasında təbliğat, təşviqat şöbəsi vardı. Onların icazəsi və ya senzura var idi. Bəli, çox ciddi senzura var idi. Onların icazəsi və ya göstərişi olmadan belə bir video çax hazırlanıb təqdim oluna bilməzdi. Biz bundan əvvəlki video söhbətimizdə də bu mövzuya toxunmuşduq əslində. Bir daha bunu dilə gətirək. Çünki Səfəvilər mövzusu əslində belə deyim, tarixi mövzudan artıq sadəcə tarixi mövzu deyil, həmçinin mən elə düşünürəm ki, bir milli təhlükəsizlik məsələsidir eyni zamanda və niyə görə bunu bu şəkildə ifadə edirəm? Çünki Azərbaycan dövlətçilik tarixi Şah İsmail Səfəvidən başlamışdır kimi bir yalan Azərbaycan cəmiyyətinə sırınmağa çalışır. Halbuki biz bundan əvvəlki video dərsimizdə də, video söhbətimizdə də dedik ki, Şah İsmail Xətai, Şah İsmail Səfəvi Azərbaycanın yox, müasir İranın milli dövlətçilik ənənələrinin əsasını qoymuş bir şəxsdir. Və bunu da biz əsassız yerə, boş yerə deməmişdik. Necə ki, İranın ali dini lideri Əli Xamenei olsun, onun müşaviri Əli Əkbər vilayəti olsun, onların Şah İsmail Xətainin İran dövlətçiliyinin banisi olduğunu açıq-aşkar dilə gətirirlər. Əli Xamenei deyir: Səfəvi padşahları bizim üçün qürur mənbəyidir. Bilirsiniz ki, biz Səfəvi padşahlarına dəyər veririk və hörmət edirik. Çünki onlar Əhl-i Beyt məktəbinin davamçıları idilər və İranın müstəqilliyini və ərazi bütövlüyünü qorudular. Lakin baxın, məhz bu Şah Abbas kimi görkəmli bir şəxs belə sırf istibdad ucbatından nə qədər zülmlər edib. Amma Şah İsmail'la Şah Təhmasibin hesabı fərqlidir. Və Bugün fakt olaraq da o dövləti onlar həmin ideologiyanı aparırlar. Bəli, o ideologiyanın məntiqi davamı olaraq bugünkü İrandakı bugünkü rejim həmin Səfəviçilik ideologiyasının məntiqi davamıdır. Ki onların verdiyi bu mesaj da belə aydın olur ki, onların Azərbaycandakı emissarları tərəfindən alınmışdır və bunun üzərinə bir milli kimlik inşa edilməsi istiqamətində də iş aparılır. Bizim bununla bağlı da video çaxlarımız var. Onu da biz zəhmət olmasa dinləyə bilərik. Təqdim eləyək. Tarixi faktlar əsasında Şah İsmail Xətainin Əliyev hakimiyyəti şuurunu, fikrini təhrif etdi. Həmçində müxalifət. Türkçü kimi onu qələmə verir. Bu gün bizim haqqımız var Azərbaycan cəmiyyətinə deyək ki, ay xalq, ay dama, Şah İsmail sevmirsiniz. Şah İsmail oyuncusu olmaq lazım. Bir iki kanalla, iki xətlə bir Quran və Əhl-i-Beyti yaya bilər. Deməlisən. Ama bir de milli kimliğimiz var. Bu kanal çok özel kanaldır bizim için. Milli kimlik kanalında dediğim için, milli kimlik yani qan yaddaşı, tarixi şəxsiyyətlərimiz, bizim torpaqlarımız, mədəniyyətimiz, dilimiz, Azərbaycançılıq nəzərdə tutulur da. Bizim ən belə öndə milli kimliyin daşıyıcısı Şah İsmail Xətayidir. Səfəvi hakimiyyəti. Azərbaycanda kimə desən ki, Şah İsmaili qəbul edirsən, isə eləmdən Azərbaycanı dözərsən. Düzdür, Şah İsmail. Biz indi Quran Əhl-i-Beyti, bir də İslam kanalına eləyəcək təbliğat, bir də Şah İsmail dolaşıyor. Şah İsmail qəbul edir, dedi Şah İsmail belə olur. Şah İsmail'da tarixi arxivlər, faktlar, o isə işlər də gedir. Yəni, kitabları yazıb, qardaş olub kitabı yazıb, yəni bu işlər gedir, Şah İsmail barəsində proqramlarımız var bizim. Bəli, biz Şah İsmail Səfəvi
müasir Azərbaycan dövlətçiliyinin yox, müasir İran dövlətçiliyinin banisidir deyəndə məhz bax bu faktlara əsaslanaraq deyirdik. Bəli. Yəni çox maraqlıdır ki, yəni bizim bu biz halbuki biz tarixi bir şəxsiyyətdən danışmışıq da, yəni ki biz tarix mövzusundan müzakirə edirik. Lakin bunu bir çox insanlar bir dini zəmində bir mübahisəyə çevirirlər. Bu haqda nə deyə bilərik Nur müəllim? Çox təəssüflər olsun ki, bəziləri istər yazdıqları şərhlərdə, istərsə də hazırladıqları o video söhbətdə də bizi radikal məzhəbçi işdə ittiham edirlər. Halbuki biz onların məhz bu bucaqdan baxdıqlarını məsələyə bilirik və görürük, şahidi oluruq. Hətta mən deyərdim ki, məsələn, eyni tənqidi fikirlər Atabəy Eldəniz və ya Atabəylər haqqında və ya Ağqoyunlular haqqında, Uzun Həsən haqqında söylənsəydi, bu şəxslər bu qədər səsləri çıxmayacaqdı. Bəli, bəlkə də səsləri çıxmayacaqdı, amma Şah İsmail Xətai haqqında, Şah İsmail Səfəvi haqqında və Səfəvilər haqqında ən kiçik bir tənqidi fikrə belə dözümsüzlük nümayiş elətdirirlər. Halbuki bizim Səfəvilərlə bağlı dilə gətirdiyimiz tarixi faktların arasında bir təhqir elementi də yoxdur. Bəli. Sadəcə olaraq nə demək istəyirik? Bunlar bizim tarixi şəxsiyyətlərimizdir. Olsun, biz Azərbaycanın tarixi şəxsiyyəti olmaqdan çıxarmırıq. Bu bizim tariximizdir. Pisi ilə, yaxşı ilə, şirin ilə, acısı ilə bu Azərbaycan tarixidir. Səfəvilər Azərbaycan dövlətidir. Biz bunu bundan əvvəlki videomuzda dedik, bir daha təkrar edirik. İsmail Səfəvi də Azərbaycan tarixi şəxsiyyətidir. Lakin bu o demək deyil ki, biz bunun haqqında həqiqətləri dilə gətirməyəcəyik. Sovet dövründə biraz əvvəl də qeyd elədiyimiz kimi, istərsə də Sovetdən sonra müstəqillik illərindəki dövrdə də Şah İsmail Xətai, Şah İsmail Səfəvi və Səfəvilər haqq etmədikləri, layiq olmadıkları çox uca bir məqama qaldırılıb qoymuşdular. Bizim məqsədimiz onu oradan endirib, layiq olduğu yerə qoymaqdır. Tarixi şəxsiyyətdir deyirlər. Əzbəyev də tarixi şəxsiyyətdir, Nərimanov da tarixi şəxsiyyətdir, Həmid Sultanov, Ayna Sultanova, Dadaş Bünyatzadə, Qəzənfər Musabəyov, Mirzəfər Bağırov, bunlar da Azərbaycan tarixi şəxsiyyətlərdir. Necə ki 1990-cı illərə qədər Sovet dövründə bunlar Azərbaycan xalqının uğrunda özünü fəda etmiş milli qəhrəmanlar, millət fədailəri olaraq göstərilirdi, öyrədilirdi. 26 Bakı komissarlarının adına rayon da var idi, Şamiyanın adına rayon da var idi. Lakin ondan sonra tarixi həqiqətlər ortaya çıxanda bilindi ki, xeyr, bunlar Azərbaycan xalqının dostu deyil, tam əksinə düşmənidirlər və onlar yenə də bizim tariximizdə qalırlar, amma harda haqq etdikləri, layiq olduqları yerdə. Təbii ki. Bizim Səfəvilərlə bağlı etmək istədiyimiz də budur. Yəni ona görə bu məsələni müzakirə edirik. Əslində biz bu məsələni müzakirə edəndə biz kimlərinsə radikallığını ortaya çıxarırıq. Yəni qarşı tərəfin nə qədər radikal olduğunu özlərinə göstəririk ki, yəni siz heç müzakirəyə də açıq deyilsiniz. Yəni istəyirsiniz ki, siz nə deyirsinizsə, yəni əsassız olsa belə biz ona da hə deyək. Bu da təbii ki, yanlışdır. Yəni həqiqət ortaya çıxmalıdır da. Bəli, mütləq. Ki hər şey həqiqət ortaya çıxanda həmişə ədalət olur. Bəli. Tarazlıq qorunub saxlana bilir. Bəli. Nur müəllim, keçək Şah İsmailin kimliyi məsələsinə. Biz keçən podkastımızda danışanda o kimliyi haqqında dedim ki, o Kürd olması, Kürd mənşəli olduğunu demişdik. Bu məsələdə bəzi tənqidlər gəlib bizə. Bu barədə nə deyə bilərsiniz? Bəli, biz bundan əvvəlki video dərsimizdə dedik ki, əslində Səfəvi ailəsi Kürd mənşəlidir və Kürdtür demədik. Bu ayrı-ayrı şeylərdir. Bu məfhumları bir-birinə qarışdırmasın izləyicilərimiz, dinləyicilərimiz. Kürd olmaq tamam ayrı bir şeydir. Onu deyim ki, mövzuya keçməmişdən əvvəl biz heç kimin etnik mənşəyini araşdırmaq, öyrənmək həvəskarı deyilik, marağında da deyilik. Şəxsən mənim üçün və bilirəm ki, sizin üçün də insanların etnik mənşəyi bizim üçün elə də əhəmiyyət kəsb eləmir. Lakin bu bir tarixi mövzu olduğu üçün, çünki israrla vurğulayırlar ki, Səfəvilərin türk mənşəli olduğunu, biz bunu dilə gətirmək istəyirik ki, bu səhvdir, tarixi həqiqətlərlə, tarixi qaynaqlarla təsdiqini tapmayan bir iddiadır. Bunu demək istəyirik və həmin bir o tarix müəllimi ilə özünü Səfəvi şünas kimi təqdim edən professor da söhbətində
bunu vurgulamaya çalışırdılar ki, yox, bunlar həm türklər, həm də seyidlər. Bu necə olur? O da anlaşılmır. Çünki Soydan gəlməlidir. əlbəttə ki, bir insan seyiddirsə ərəb mənşəlidir. Ərəb mənşəli. Türkdürsə türk mənşəlidir. Yəni həm türk mənşəli, həm ərəb mənşəli bir insan olması mümkün deyil. Təbii ki. Hə, türkləşmiş Soy ərəb atadan və ya keçir. ərəbləşmiş türk ola bilər. Bəli. Bu mümkündür. Lakin həm seyid, həm də türk olması mümkün deyil ki, bunların ikisi də səhvdir. Bugün biz bunu sübuta yetirəcəyik ki, tarixi qaynaqlarla ki, Səfəvilər Kürd mənşəlidirlər, Səfəvi ailəsi Evet. və seyidlik iddiası daha sonradan siyasi qayğılarla, siyasi məqsədlərlə ortaya atılmış bir iddiadır. Hərçənd manipulyasiya edərək belə bildirirlər ki, Səfəvilərin seyidliyi ilə bağlı tarixi qaynaqlarda qeydlər onlar hakimiyyətə gəlməmişdən qabaq da var idi. Lakin dediyim kimi burada da izləyicilərini aldadırlar, yanıldırlar. Biz bilirik ki, Səfəvilərin siyasi iddiaları Şah İsmayıl Xətai ilə başlamayıb. Şeyx Cüneyd ilə başlayıb. Yəni artıq 15-ci əsrin ikinci yarısında Səfəvi ailəsinin siyasi iddiaları var idi. Hakimiyyət iddiaları var idi. Şeyx Cüneyd ilə başlayıb, Şeyx Heydər ilə davam edib və İsmayıl Səfəvinin də hakimiyyətə gəlməsi ilə bitib. Və bu mövzuda, yəni Səfəvilərin Kürd mənşəli olması mövzusunda ilk dəfə əsər yazan, bunu dilə gətirən və bunların seyidlik şəcərəsinin, seyidlik iddiasının saxta olduğunu bildirən Əhməd Kəsrəvidir. Güney Azərbaycanlı, İranlı bir tədqiqatçıdır. Bir sıra yanlış fikirləri var, düzdür, amma bu mövzuda doğru olaraq nəticəyə gəlmişdi. Və daha sonra Zəki Vəlidi Toğan, Türkiyəli akademik Zəki Vəlidi Toğanın bu haqda bir məqaləsi yayınlanmışdır. Və ondan sonra da bir sıra başqa müəlliflər də Səfəvilərin Kürd mənşəli olması ilə bağlı fikirlərini bildirmişdilər. Lakin ciddi cəhdlə bu inkar olunur. Çox absurd və hətta mən deyərdim gülünc fikirlərlə əsaslandırmağa çalışırlar. Nə deyirlər? Deyirlər ki, o dövrdə Kürd deyəndə dağda çobanlıq edən adamlar nəzərdə tutulurdu deyirlər. Belə deyil təbii ki. İndi Kürd deyəndə nə başa düşürsə, o dövrdə də Kürd deyəndə o başa düşür. Necə ki, indi türk deyəndə nə başa düşülürsə, onu ayrım deyərdilər. Bunların hamısını mən dəlilləri ilə göstərəcəm. Evet. O dövrdə də məsələn Orxon abidələrdə türk yazısı var. İlk dəfə orada oxuyuruq. O dövrdə türk nə idisə, nə deməkdirsə, indi də türk o da milli edir. kimlikdir də. Eyni ilə Kürd nəzr o yaxşı dağda çobanlıq edən adamlara Kürd dedilər. Bu dağda çobanlıq edən adamların bir etnik mənşəyi olmalıdır ya yox. Təbii ki də. Onda buyur dedə görün bunlar hansı millətə mənsub idilər. Əlbəttə. Bu Absurddur. bir elm adamına Sadəcə bilirsin necə olar ki, yaraşmayan bir iddia. seyidlik anlayışı, yəni bir müsəlmanlar xüsusən də o dövrlərdə, o əsrlərdə, yəni ümumiyyətlə kütlə içərisində bir növ bir savadlıq çox idi. Yəni insanlar, Bəli. yəni savadsız kütlə çox idi həmin cəmiyyətlərdə. Yəni seyid deyəndə, peyğəmbər nəsli deyəndə sanki insanlar daha itaətkar olurdular, daha belə deyək də Hörmətkar olurdular. Yəni bu kimi yanaşırdılar. Bütün müsəlmanlar ondan sonra sui-istifadə ediblər, yəni bunlar. Sui-istifadə, təbii, tamamilə sui-istifadə başqa bir şey deyil. Əvvəla hansısa bir soya mənsub olmaq bir insanı ucaltmaz. Ona qalsa Əbu Ləhəb də Haşim soyuna mənsub idi. Əbu Ləhəb də yəni hadisi seyid sayıla bilər. Yəni söhbət o soya mənsub, amma biz Əbu Ləhəbin kim olduğunu bilirik. İman ilə. Bəli, əlbəttə ki, təqva, iman və təqva ilə düşünürük. Hansısa soya mənsub olmaqla deyil. Lakin belə iddia olunur ki, güya biraz əvvəl dediyim kimi Səfəvilərin hakimiyyətə gəlməzdən əvvəl də seyidlik haqqında, seyid olduqları haqqında tarixi qeydlər var. Biz indi bunu araşdıracağıq, baxacağıq, görək ki, bu iddialar nə dərəcədə tutarlıdır və bu Saffətüs Səfa adlı əsərin bir tarixçəsinə baxacağıq. Onu deyim ki, Səfəvilərin soyu ilə əlaqəli ilkin qaynaq Səfəvi təriqətinə mənsub olan dərviş Təvəkkül İbn Bəzzaz Əl-Ərdəbilinin Saffətüs Səfa adı ilə tanınan əsəridir. Bu əsərin 1357-ci ildə yazıldığı bilinir ki, Şeyx Sədrəddin, yəni Musa artıq Səfəvi təriqətinə liderlik edirdi. Şeyx Səbiyyəddin dünyasını dəyişmişdi, oğlu idi təriqətin başında və Dərviş Təvəkkül də, bu əsərin müəllifi də Şeyx Sədrəddin Musanın müridi idi. Yəni ondan soruşub, ona suallar verir, o suallara verilən cavablar əsasında da bu əsəri yazır. Bu əsərin tədqiqi ilə bağlı
ən son 2021-ci ildə İranlı müəlliflər bir məqalə yayımladılar. Mən məqaləni indi istəyirəm həm sizin, həm də izləyicilərimizin diqqətinə çatdırım. Onu da qeyd edeyim ki, insafla desək, İranlı tədqiqatçılar, tarixçilər bu məsələdə bizim Azərbaycanlı bəzi Azərbaycan tədqiqatçılar daha obyektivdirlər. Tarixi həqiqətləri gizlətmirlər. Çox maraqlıdır. Bəli. Bu gördüyümüz məqalə deməli Mahmud Rud Məcani, Əli Həsənabadi, Əli Əsxər Mirbağir Fərd adlı 3 İranlı müəllifin ortaq müştərək məqaləsidir. Bərrəsi Fərayənd Nəsəbbazi Şeyx Səfiyyəddin Ərdəbili əz nüsxə İbn Bəssas ta dəstgərhay təriqəti və səltənəti və Bastabi Əndər Mənabi Səfəvi adıyla başlığı ilə verilmiş bir məqalədir. Bu məqalədə məqalənin deməli tədqiqat üsulunu izah edərkən müəllif deyir: bu əsərin, yəni İbn Bəssasın bu Səfətü Səfa adlı əsərinin ilkin qaynağı, yəni müəllif nüsxəsi, hansı ki İbn Bəssas bunu öz əli ilə yazmışdı 1357-ci ildə, bu nüsxəyə rast gəlinməyib. Yəni əsərin əsli yoxdur. Bu günümüzə gəlib çatmayıb. Nələr var? Köçürülmüş üzləri, yəni istinsaq nüsxələri var. İkinci, nüsxəhay nəzdik və nüsxə müəllif nüsxəhay kitabət şod əz ruy nüsxə müəllif است. Yəni müəllif nüsxəsindən üzü köçürülmüş əsərlərdir. İn nüsxəhay bayət cüz nüsxəhay bər kitabmande əz təğyiri ideoloji başət. Nə demək istəyir o da? Deyir ki, bundan sonraki nüsxələr ideoloji qayğılarla, ideoloji məqsədlərlə təğyir edilmişdir. Yəni dəyişilmişdir. Bu da hansı nüsxələrdir bunlar? Leyden nüsxəsidir, Ayasofya nüsxəsidir və British Museum, yəni London nüsxəsidir. Digər nüsxələri də var. Məsələn, Sankt Peterburg nüsxəsi var. Saltykov Şedrin kolleksiyasında. Ondan sonra İranda Tehran Milli Kitabxanası nüsxəsi var. Ondan sonra Məşhəd nüsxəsi var. Astani Qudsi Rəzəvi nüsxəsi var və digər. Ən əsas bu üç nüsxədir. Yəni müəllif nüsxəsinə yaxın olan nüsxələr Ayasofya nüsxəsidir, Leyden nüsxəsidir və bir də London nüsxəsidir. Bunlar da nə vaxt qələmə alınıb? 1496-cı ildə və 1490-cı ildə. Yəni 15-ci əsrin ikinci yarısında qələmə alınıb. Amma iddia bundan ibarətdir ki, və nə deyirlər? Deyirlər ki, bu nüsxələrdə artıq bunların Seyid olduğu haqqında qeydlər var. Amma Səfəvilər hələ ki hakimiyyətə gəlməyib. Yəni Səfəvilərin hakimiyyətə gəlməmişdən əvvəl də Seyidliyi haqqında tarixi qeydlər var. Onu demək istəyirəm ki, bu bilinən, bunun üçün professor, Səfəvişünas professor olmağa ehtiyac yoxdur. Azərbaycan tarixini oxuyan hamı bilir ki, Səfəvilərin siyasi iddiaları Şah İsmail ilə başlamayıb. Şeyx Cüneyd ilə başlayıb. Şeyx Heydərlə davam eləyib və sonra da İsmail Səfəvi hakimiyyətə gəlib. Şeyx Cüneyd nə vaxt yaşayıb? 1460-cı ildə dünyaya gəldiyi bilinir. 1488-ci ildə öldürülüb. Deməli, buradan nə nəticəyə gəlirik? Həmin bu Leyden, Ayasofya və London nüsxələri qələmə alınarkən Şeyx Cüneyd və Şeyx Heydər həyatdaydılar. Siyasi iddialarla çıxış edirdilər. Və bu nüsxələr də qeyd olunur. Biz indi bu nüsxələrə də baxaq. Bu Leyden nüsxəsidir, bu gördüyümüz nüsxə. Burada deməli belə bir qeyd var. Birinci deməli bab-ı əvvəl, fəsl-i əvvəl. Dərzikri nəsəbi Şeyx Qəddesallahu ruhahu Əl-Əziz Şeyx Səfiyyəddin Əbülfət İshaq İbn Şeyx Əminəddin Cəbrail İbn Salih Qutbəddin Əbubəkir İbn Səlahəddin Rəşid İbn Muhammed Hafizül Kəlamullah İbn Əvvad İbn Firuz Əl-Kürdi, Leyden nüsxəsində, Firuz Əl-Kürdi Əs-Sincani, Rəhməllahu aleyhi və teala. Sultan el-Məşayix fil aləmin, Şeyx Sədrəddin, Adamallahu bərəkətuhu, fərmud ki, Şeyx, yəni atası, Şeyx Sədrəddin dedi ki, deyir, atam belə dedi, Şeyx Qəddesallahu sirruhu, fərmud ki, در نسب ما سیادت هست. Lakin sual nə konim
ki Ələviya Şərif. Nə deyir Şeyx Səfiyyəddin? Dedi ki, yəni Şeyx Sədrəddin bunu İbn Bəzzasa güya deyib ki, bax bu artıq Leyden nüsxəsində odur. 1496-cı ildə yazılır. Kimdir həyatda? Şeyx Heydər. Şeyx Cüneydlə Şeyx Heydərin dövrü. Şeyx dedi ki, bizdə seyidlik var. Əli nəslindən gəlir. Azərbaycanda hər 10 adamdan 2-3 deyir ki, məndə seyidlik var. Yəni amma bu belə olmur axı. Bunun mütləq bir dəlili təqdim olunmalı. Şəcərəsi olmalıdır. Şəcərə olmalıdır. Şəcərə yoxdur. Leyden nüsxəsində şəcərə yoxdur. Bu gördüyünüz isə Ayasofya və London nüsxələridir Safətüs Səfanın, amma böyüdəndə bu biraz itir, amma bunun mən sizə təqdim edirəm. Deməli, mətbu, yəni transkripini A. Ayasofya, B. British Museum nüsxələridir. Burada da biz nə görürük? Eynən Leyden nüsxəsində qeyd olunanı görürük. Fəsl əvvəl dərzikri nəsəbi Şeyx Qədəsallahu sirruhu Şeyx Səfiyyəddin Əbülfəth İshaq İbn Şeyx Əminəddin Cəbrail İbn Salih Qutbəddin Əbu Bəkir İbn Səlahəddin Rəşid İbn Muhammed Əl-Hafizül Kəlamullah İbn Əvvad İbn Firuz Əl-Kürdi Əs-Sincani Rəhəmallahu əleyhim. Hekayət Sultanül Məşayix fil aləmin Şeyx Sədrəddin Adamallahu bərəkatuhu fərmud ki, Şeyx Qəddasallahu sirruhu, yəni Şeyx Səfiyyəddin atasını nəzərdə tutur. Fərmud ki, dər nəsəb ma səadət həst. Lakin sual biraz əvvəlki, amma deyir, soruşa bilmədim ki, Ələvi, yəni Həsəni yoxsa Hüseyni soruşa bilmədim deyir bunu. Sonra burada maraqlı bir şey var. Onun müridlərindən biri ki, mən deyir yuxuda gördüm. Mənə deyir yuxuda dedi ki, biz Hüseyniyik dedi. Bəli. Belə bir şey. Həyatda deyə bilmədi, yuxuda gəldi. Hə, yuxuda deyir. Yəni burada nə nəticəyə gəlirik? Biz istər Ayasofya nüsxəsi, istər Leyden nüsxəsi, istərsə də London nüsxəsində Səfətüs Səfanın Səfəvi ailəsinin ulu əcdadının Firuz Əl-Kürdi Əs-Sincani olduğunu görürük. Burada seyidliklə bağlı bir kəlmə var idi. Bizdə deyib ki, Şeyx Səfiyyəddin, Şeyx Sədrəddin deyib ki, mən atamdan eşitdim. O dedi ki, bizdə seyidlik var. Lakin şəcərə təqdim olunmur. Şəcərə olmayanda seyidliyi necə isbat edərsən? Şəcərə mütləq olmalıdır. Bəli. Buraya qədər biz nəyi öyrənmiş olduq? Onu öyrənmiş olduq ki, Safətüs Səfanın müəllif nüsxəsi yoxdur. Ona ən yaxın olan nüsxələr London nüsxəsidir, Ayasofya nüsxəsidir və Leyden nüsxəsidir ki, bunların da hər üçündə Səfəvilərin ulu babası, ulu əcdadı olan Firuz Zərinkülah Əl-Kürdi Əs-Sincani olaraq qeyd olunur. Yəni Kürd olduğu qeyd olunur və kiçik bir qeyd də var. Nə deyir Şeyx Sədrəddin? Mən atam Şeyx Səfiyyətdən eşitdim. O dedi ki, bizdə seyidlik var deyir və şəcərə təqdim olunmur. Bu iddia ki, Səfəvilər hakimiyyətə gəlməmişdən əvvəl də seyidlik, bu əsassız bir iddiadır. Yəni sadəcə bununla, yəni bu qeydlə Səfəvilərin seyid olduğunu sübuta yetirmək mümkün deyil. Çünki şəcərə yoxdur. Üstəlik, biraz əvvəl dediyimiz kimi Şeyx Cüneyd 1429-cu ildə dünyaya gəlib, 1460-cı ildə öldürülüb. Ondan sonra da oğlu Şeyx Heydər, o da 1460-cı ildə dünyaya gəlib və 1488-ci ildə öldürülüb. Bu əsərlərin də hamısı həmin dövrdə yazılıb. Yəni bu üç nüsxə, Leyden, London və Ayasofya nüsxələri. Bundan başqa bizim səfəvşünas professorumuz bir Yapon müəllifin Kazio Morimoto adlı bir Yapon tarixçinin, səfəvşünasın məqaləsini təqdim edir və o məqalədə deyir ki, baxın görürsünüzmü, bu Yapon tarixçi də Sibt İbnül Əcəmi adlı müəllifin, hansı ki bu şəxs ədib, tarixçi və hədisçidir. Məmlüklər dövrünə yaşayıb, Məmlüklər dövründə 1438-ci ildə dünyasını dəyişib Sibt İbnül Əcəmi və onun Künuz-ü Zəhəb fi Tarixul Hələb adlı əsərində Şeyx Cüneydin adlı çəkilir və onun atası Sultan Əlinin adının qabağında Seyid kəlməsi yazılıb və buna istinad edir ki, bax görürsünüz, burada da var. Yəni hələ Seyid olub. Bəli, Seyid olduğu haqqında. Əvvəla burada nəyə diqqət eləmək lazımdır? Ona diqqət eləmək lazımdır ki, Sibt İbnül Əcəmi dünyasını dəyişib 1438-ci ildə. Bu vaxt o dünyasını dəyişəndə Şeyx Cüneydin 10 yaşı vardı. Şeyx Cüneyd hələ o göstərdiyi şücaətləri göstərməmişdi. Bu əsərə
İbnül Əcəmi tərəfindən yazıla bilməz. Sonradan əlavə olunub. Və ən əsası isə bizim bu Türkiyədəki səhvşünas professorumuz heç o əsəri üzün görməyib. Görsəydi və oxusaydı bilərdi ki, orada yazılanlar onun lehinə yox, əleyhinədir. Abdurrahim müəllim, sizin ərəbcəniz məndən daha səlisdir. Mən xahiş edirəm həmin mətni, həmin qismi oxuyun. Bizim izləyicilərimiz də orada nəyin yazıldığından agah olsunlar. Deməli, və fi rabi uşrey Ramadan ləbisə İbn-i Kərki qada Hələb əvvədən an İbn-i Zuhri. Deməli, Ramazan əvvəlində İbn-i Kərki Hələbin qaziliyinə gəldi İbn-i Zuhrinin yerinə. Və kənə qad həkəmə qabilə dəlik. İbn-i Kərki bundan qabaqda hakimiyyətdə olmuşdu. Və xaraca İbn-i Zuhri xufiyyətən ilə Dəməşq. İbn-i Zuhri isə gizlicə Dəməşqə yola düşdü. Və vilayət İbn-i Kərki kənət fil aşr əxir min Şaban və fi əthüləthə 25 Ramadan عقد مجلس بدار العدل بجنينة عندك في الحلب جانب حضرة القضاء الأربعة والشيخ شمس الدين ابن الشماع والشيخ شمس الدين محمد ابن السلامي بسبب الشيخ جنيد ابن السيدي علي بن صدر الدين الأرزبيلي وهذا الرجل كلز وبنى بها مسجد Kələz şəhər adıdır. بالي وهذا الرجل سكن كلز وبنى بها مسجدا وحماما وللناس به اعتقاد عظيم بسبب أبيه وجده. Yəni deyir ki, bu insan deyir, deməli Kələzdə yaşayıb, orada məscid, hamam tikib və insanlar onun haqqında yüksək etiqaddadırlar atası və babasının səbəbi ilə. Və yətəmiruna bi əmrihi və onun əmrinə tabi olurlar və la yəğfiruna an xidmətihi və ona xidmət göstərirlər. Və yətəbiruna alə lüzumi bəbihi və onun qapısına önündə daim kəsirlər. Və yətinnəs minə Rum, insanlar da Rumdan gələr və əcəm diyarlarından və sairil bilad və bütün diyarlardan onun qapısına gəlirlər, yəni o ziyarət eləməyə. Və yətihil futuhul kəthir və onun deyir, çox deyir, fətihləri var, fətihlər edir. Thumma səkənə Cəbəl Musa İndi Antakya yanında Cəbəl Musa Antioxiyada Musa dağı bugün də var. Huva və cəmaatuhu və bənə bihi məsəkinə min xaşəb. O və cəmaatı orada məskunlaşdılar və orada taxtadan evlər tikdilər. Və fil cümlə kən alə təriqil muluk lə alə təriqil qavum. O deyir, krallar yolu gedirdi, yəni adi bir insan yolu getmirdi. Bəli, çox təşəkkür edirəm Abdurrahim müəllim. Bizi burada əsas maraqlandıran həmin bu son cümlə idi. Və fi cümləti kənə alə təriqəl muluk lə təriqəl qavm. Yəni sıravi insanlar kimi yox, krallar kimi yaşayırdı. Bu nə deməkdir? O deməkdir ki, Şeyx Cüneyd artıq biz bundan əvvəlki video dərsimizdə səfərlər haqqında Şeyx Cüneydin fəaliyyətləri haqqında danışmışdıq. Onun Hələbə getməsi, Hələbdə özünün kiçik bir ərazini zəbt eləyib, orada bir qala inşa edib, özünün hakimiyyətini elan eləməsi, Məmlükli ordusunun Hələb əmrinin onun üzərinə gəlib, oradan qaçması və müridlərinin də öldürülməsi haqqında. Budur. Yəni artıq siyasi iddialar, bunu dəlil olaraq göstərirlər. Amma cümləni tam oxumayıb deyə bu dəlil sayılmır. Tam əksinə onların əleyhinə olan bir dəlildir. Çünki O Seyid sözünü orada oxuyub, Seyid sözü, o Seyid Makkaşla götürüb Seyid sözünü, görürsünüz burada Seyid sözü var. Halbuki dediyim kimi, tam oxumaq lazımdır. Tam oxumaq lazımdır və nə demək istəyir? Onu bax, artıq özü hakimiyyətini elan eləmişdi orada. Artıq siyasi iddialar var. Bəli, siyasi iddialardan çıxış eləyirdi. Yəni bu İsmaillə başlamayıb ki, Cüneydlə başlayıb. Bundan başqa deməli, nə dedik? Dedik ki, bu heç birində şəcərə yoxdur, sadəcə iddia var. Yaxşı, şəcərə harda peyda olur? Gəlin baxa görək, artıq şəcərə harda peyda olur? Onu deyim ki, Şah Təhmasibin dövründə, Şah 1-ci Təhmasibin dövründə ki, bu 1524-1576-cı illərdə hakimiyyətdə olub, onun göstərişi ilə Katib Məhəmməd Nişati adlı bir şəxs, saray katibi, Təhmasibin saray katibi bu Safətü Səfanı türk dilinə tərcümə edir. Hal-hazırda siz həmin o türkçəyə tərcümə, Safətü Səfanın türkçəyə ilk tərcüməsini görürsünüz. Burada artıq biz nə görürük?
əvvəlki fəsil deyə, birinci fəsil deyə başlayır və burada artıq şəcərə görürük. Aha. Yəni şəcərə nə vaxt meydana çıxır? Aha. 16-cı əsrin ikinci yarısında Şah 1-ci Təhmasibin göstərişi ilə türkçə tərcüməsində və maraqlı bir şəcərə. Şəcərə ortaya çıxır. Bəli, şəcərə ortaya çıxır birdən-birə qəflətən. Həzrət Şeyxin Qəddəsallahu sirruhu nəsəbi zikrindən deyir və Əbülfət Səfiəddin, İshaq İbn Seyyid, Əminəddin, Cəbrail İbn Seyyid, Əs-Salih İbn Əs-Seyyid, Qütbəddin, Əhməd İbn Əs-Seyyid, Səlahəddin, Rəşid İbn Əs-Seyyid, Kimə gəlib çıxır? hamısının qabağında Seyyid var. Biraz əvvəl görürüz, belə bir şey yox idi. Seyyid Məhəmməd, Hafizül Kəlamullah, İbn Seyyid Əvvad, İbn Seyyid Firuzşah Zərrinküla, Kürdi sözü itdi. Bəli. Birinci Şah Təhmasib dördəki türkçə Kürt tərcümə. sözü yoxdur. Kürt sözü yoxdur, bəli. Zərrinküla, İbn Seyyid Məhəmməd, İbn Seyyid Şərəfşah, İbn Seyyid Məhəmməd deyə davam eləyir. Burada maraqlı bir şey ortaya çıxır. Bu şəxslər hardan çıxdılar, hardan peyda oldular? Axı Firuz Zərrinkülah 7-ci babası idi. Əvvəlki nüsxələrdə Firuz Zərrinkülahdan o tərəfəsi yoxdur. Bu şəxslər necə oldu bura gəldilər? Deməli, biz bunu hardan öyrənirik? Deməli, ki bu şəxslərin kimliyini Türkiyədə hazırlanmış bir doktorluq dissertasiyası Səfətü Səfada Səfiyyəddin Ərdəbilinin həyatı, təsəvvüfi görüşləri və mənqibələri doktora tezi hazırlayan bizim dəyərli həmkarımız Sərab Şah tərəfindən 2007-ci ildə hazırlanmışdır. Burada nədir Sərab Şah? Gəlin ona baxaq. Deməli, nəsəbi Şeyx Səfiyyəddin Əbülfət İshaq İbn Şeyx Əminəddin Cəbrail İbn Salih İbn Qutbəddin Əbubəkir İbn Səlahəddin Rəşid İbn Muhammed Əl-Hafizli Kəlamullah İbn Əvaz İbn Piruz Əl-Kürrü Əs-Səncani Piruzşah Zərrinkülah İbn Muhammed Şərəfşah İbn Muhammed İbn Həsən İbn Muhammed İbn İbrahim İbn Cəfər İbn Muhammed İsmail İbn Muhammed İbn Əhməd Əl-Arabi İbn Əbu Muhammed Əl-Qasim İbn Əbülqasim Hamza İbn İmam Əl-Hümam Musa Kazım İbn İmam Cəfər Əs-Sadiq və apardı Musa Əl-Kazıma bağladı və buradan da ta Həzrət Əliyə qədər davam eləyir. Lakin Sərab Şah nə deyir? Deyir ki, bu şəcərəni 3 qismə ayırmaq mümkündür. Səfiyyəddin Ərdəbillidən Firuzşah Zərrinkülaha qədər heç bir problem yoxdur. Firuzşah Zərrinkülah Şeyx Səfinin 7-ci babası, atası olaraq qəbul edilir. İkinci qism Muhammed İbn İsmail'dan Musa Əl-Kazimə qədər olan bölümdür. Bu qismdə doğru qəbul edilə bilir. Yəni, həqiqətən də Musa Əl-Kazımın Muhammed İbn İsmail adlı bir nəvəsi olub. Lakin üçüncü qismdə Muhammed Şərəfşahdan Muhammed İbn İsmailə qədər olan qism isə məchuldur. Bu isimlər gerçəkdən var mıydı, yox muydu? Bilmirik. Bunlar məchul isimlərdir. Deməli, nə ediblər? Firuz Zərrinkülaha qədər olan qismi saxlayıblar və götürüblər Musa Əl-Kazımın övladlarından Muhammed İbn İsmailə qədər bir uydurma, bir neçə şəxsin adını yazıblar və buyurun şəcərə hazırdır. Bax, bu şəcərə bu şəkildə tərtib edilib. Yəni, Şah 1-ci Təhmasibin dövründə tərtib edilmişdir. Burada da yəni də Walter Hins, Edward Brown kimi və Əhməd Kəsərəvi kimi tədqiqatçıların əsərlərindən də dəlillər və nümunələr gətirir. Həmçinin Zəki Vəlidi Toğanın əsərindən. Bəli. Tehran Milli Kitabxanasındakı, Səfət Səfanın Tehran Milli Kitabxanasındakı əlyazma nüsxəsi əsasında nəşr olunmuş bir çap variantını da yenə izləyicilərimizin diqqətinə çatdırmaq istəyirəm. Bu İranlı tədqiqatçı Qulam Rıza Təbatabai tərəfindən nəşr olunub. Səfət Səfanın bu nüsxəsi. Burada da yenə biz Dərz Zikri Nəsəb-i Şeyx Qəddəsallahu sirruhu deyə başlayır və Şeyx Səfiyyəddin Əbülfət İshaq deyə davam edir. Ya burada da biz Firuz Əl-Kürdi Əs-Sincani rəhməllahu aleyhə deyə, yəni amma burada da davamında biz nə görürük? Həmin bu uydurma şəxsləri görürük. Yəni Məhəmməd Şərəfşah, ondan sonra Məhəmməd İbn Həsən, İbn Muhammed, İbn İbrahim və ta gəlir İmam Musa Əl-Kazıma qədər şəcərə çıxarılır. Yəni bu zamana qədər deyəcəklərimizi belə xülasə eləyə bilərik ki, Səffətü Səfanın müəllif nüsxəsi yoxdur.
Səffət Səfanın ilkin nüsxələri, yəni müəllif nüsxəsinə ən yaxın olan nüsxələri 1490 və 1496-cı illərdə yazılıb, Leydin və Ayasofya nüsxələri. Burada Əl-Kürdə Əs-Sincani olaraq açıq-aşkar şəkildə Səfəvilərin ulu babası Firuz Zərinkülahın Sincanlı bir Kürd olduğu, İraqın şimalından gəldiyi Azərbaycana bildirilir. Şəcərə yoxdur və lakin Şeyx Səfiyyətdindən bir cümlə var. Bizdə seyidlik var, deyilir şəcərə yoxdur. Şəcərə nə vaxt peyda olur? Səffət Səfanın nə vaxtki nüsxələrində 16-cı əsrin ikinci yarısında, yəni Şah Təhmasibin dövründən etibarən peyda olmağa başlayır. Uydurulması aydındır. Bəli. Buna bir don yedirməyə çalışırlar. Deyirlər ki, o vaxt sizin bildiyiniz, o vaxtki Kürd, indiki Kürd eyni mənanı daşımır. Biz biraz əvvəl bundan bu haqda danışdıq. Lakin mən bir tamaşaçılarımızın diqqətinə bir əsər təqdim edərək bu iddianın da nə qədər çürük olduğunu Deməli, ümumiyyətlə, yəni bir elmi mütaliəsi olan bir insan bilir ki, kitablarda, sənədlərdə əgər Kürd yazılırsa, yəni bu demək onun milli mənsubiyyətini milli etnik mənsubiyyətini bildirir. Bəli, yəni bu burada onun peşəsini bildirmir. Yəni məsələn Nəccar olsa, məsələn Nəccar olsa bu Nəccarla məşğul olur. Məsələn Xarrat olarsa, Xarratla. Amma Kürdü deyə bir peşə yoxdur axı. Bəli. Yəni Kürd peşəsi nədir ki? Kürdlük dağda bir çobanlıq eləyirlərmiş. Olsun, bu milliyyət neydir? Ayrım deyirlər, məsələn. Ayrım məsəl daşıyan çobanlıq, tərəkəməçilik. Bu artıq bir peşədir də. Amma kürdlük peşəsi yoxdur axı ümumiyyətlə. Və baxın, bunu isbat etmək mümkündür ki, kürdlük peşəsi var ümumiyyətlə. Belə bir şey yoxdur axı. Mən bunu belə bir məsələn sual verirəm izləyicilərimizə. Bax bu hal-hazırda gördüyünüz əsər bu Məcmuəül Ada fi Mucamül Əlqab Kəmaləddin İbnül Fuvat adlı 14-cü əsrdə yaşamış, yəni Hülakülər dövründə yaşamış müəllifin əsəridir. O 50 cildlik bir bioqrafik ensiklopediya olaraq tərtib edib bunu müəllif, lakin günümüzə qədər cəmi 4 nüsxəsi gəlib çıxıb. Bununla belə çox zəngin bir əsərdir. Azərbaycanda yaşayıb bu şəxs, Marağa rəsədxanasında işləyib uzun müddət və Azərbaycanda bələd olan bir adamdır və nadir ərəb dilli müəlliflərdəndir ki, farsça da bilirdi. Azərbaycan tarixinə dair qiymətli məlumatlar verir. Baxın nə deyir? Deyir ki, əsərində bioqrafiya adlara baxın. İzzəddin Əbülharis Arslan Apa İbn Atabək Ət-Türki Sümmə Əl-Məraqi Sahibül Marağa. Yəni Marağa Atabəyi Arslan Apa Ət-Türki deyir. Və yaxud İzzəddin Əbül Fəvaris Alpqara İbn Abdullah Ət-Türki. Ondan sonra İzzəddin Əbul Hərb Çavlı İbn Abdullah Ət-Türki Əl-Əmir, Əmir Çavlı Səlcuqlar dövründə. Və yaxud İzzəddin Əbul Müzəffər Gökçə İbn Abdullah Ət-Türki Əmir Kənə Gökçə min Əyanul Üməraül Pəhləvan Nəsuriddin Muhammed İbn Eldəqiz Ət-Türkmani Məlik, yəni Atabək Eldənizin oğlu olan Məhəmməd Cahan Pəhləvanın əmirlərindən biri idi ki, Əmir Gökçə. Sonra İzzəddin Məvdud İbn Kürdəmir Ət-Türkistani. İndi yaxşı, biz bunu desək ki, yox, əslində sizin burada Ət-Türki deyərək oxuduğunuz şey, o vaxt indiki Türklə eyni mənada, bu gülünc olmaz. Təbii ki. Eynən o cür, demək ki, sizin bugün Kürd olaraq bildiyimiz o Kürddən deyildimi, o cür gülünç səslər və eyni zamanda biz burada Azərbaycanda bir hidronim, Gökçə gölü və bir də toponim Kürdəmir şəhərində Azərbaycan tarixində qaynağına aydınlıq gətirmiş olduq. Tamaşaçılarımızın da bu izləyicilərimizin diqqətinə çatdırmış olduq. Enur müəllim, bir sual da ortaya çıxır ki, Şah İsmayıl həqiqətən öz anasını öldürüb, yoxsa analığını öldürüb. Yəni buna da bizə tənqid edək ki, bəs onun anası deyildi, analığı idi və s. Bu haqda da bir açıqlama verərdiniz. Bəlkə yenidən gedib bir də oxuyarlar. Bəli, biz əvvəlki Səfəvilər haqqındakı əvvəlki video söhbətimizdə bu haqda danışmışdıq. Lakin sonra Səfəvşünas professorla tarix müəllimi bu haqda danışanda burada da bir təhrifə gedərək deyirlər ki, əslində ögey anasını öldürüb və anasını öldürüb deyən məsələn Faruk Sümer kimi tarixçiləri də tənqid edirlər ki, niyə görə o Katarina Zenonun qeydlərinə yox, Maria Angelello'nun qeydlərinə diqqət yetirib. Bu məsələyə də aydınlıq gətirək. Baxın, Şah İsmayılın, Şah İsmayıl Səfəvinin anasını və ya ögey anasını öldürməsinə dair Səfəvi mənbələri susurlar. Onun belə deyək, dırnaqaraşı şücaətləri haqqında çox belə övgü ilə, təriflə bəhs edən mənbələr, Səfəvi mənbələri bu mövzuda susurlar. İki qaynaqda
biz bu haqda məlumat ala bilirik. Bunlar ikisi də İtalyan səyyahlardır. Bəli, Biri Caterino Zeno'dur, bəli. digəri Mario Giovanni Angelello adlı İtalyan Venesiyalı səyyahlardır. Bunlar nə deyirlər? Deyirlər ki, ögey anasıdır. Niyə görə? Çünki Caterino Zeno daha doğru yazıb. Baxın. Şah İsmail Səfəvi anadan olub 1487-ci ildə. Caterino Zeno isə ölüb 1478-ci ildə. Yəni Caterino Zeno öləndən 9 il sonra İsmail Səfəvi dünyaya gəlir. Ondan da 13 il sonra da hakimiyyətə gəlir. Bəli. Caterino Zeno nə İsmaili görməyib, nə də onun hakimiyyətə gəlməsini görməyib. Yaxşı, bu şahidi olmadığı hadisə haqqında necə yaza bilər? Necə yaza bilər? Belə yaza bilər. Bu Azərbaycanda olub, Ağqoyunlu sarayında olub, Uzun Həsənlə görüşüb Caterino Zeno, onun Trabzon Rum imperatorunun qızı olan xanımı ilə görüşüb və əsərində də bunları qeyd edib, öz səyahət qeydlərində var. Lakin İsmaili görməyib. Çünki İsmail Səfəvi ondan 9 il sonra dünyaya gəlib. Dediyim kimi 1478-ci ildə Caterino Zeno ölür. Bunun üzərindən 60 il keçir. Yəni 16-cı əsrin ortalarında Caterino Zeno'nun nəticəsi, nəvəsi də yox nəticəsi, babasının qeydlərini götürür və ora bəzi əlavələr eləyir və bunu nəşr edir. Və orada nə yazır? Deyir ki, ögey anasını öldürmüşdür. Yaxşı, buna necə etibar eləmək olar? Buna etibar eləmək olmaz. Niyə görə? Çünki burada bu əvvəl dediyim kimi Caterino Zeno ölüb, bu hadisələri görməyib. Əsəri nəşr edən nəticəsi isə ümumiyyətlə bu hadisələrlə heç bir əlaqəsi yoxdur. Lakin Mario Giovanni Angelello kimdir? Buna baxaq. Venesiyalı əsilzadədir. Döyüşlərdə Osmanlı dövlətinə qarşı döyüşlərdə iştirak edir və əsir düşür Osmanlılara. Osmanlı sarayına gətirilir. Uzun müddət şahzadələrin yanında qalır. Farsça öyrənir, türkçə öyrənir. Maliyyə işlərində səriştəsi olduğu üçün Osmanlı dövlətinin maliyyə işlərində iştirak eləyir və daha sonra əsirlikdən azad edilir, Venesiyaya gedir. Venesiyaya gedəndən sonra 2 dəfə Azərbaycana, İrana, Azərbaycana səfər edir. Bu səfərlərin biri, mən burada Avropalı şərqşünas Frans Babinger'in onun Mario Angelello'nun bioqrafiyası haqqında yazdıqlarını ekrana gətirirəm hal-hazırda. 2 dəfə İrana səyahət etdiyi bilinir 1482-ci ildə və 1499-cu ildən 1515-ci ilə qədər də İranda qaldığın qeyd olunur. Yəni Mario Angelello 1525-ci ildə də ölüb. Yəni İsmail Səfəvinin müasiridir. Ondan bir il sonra ölüb. Yazdığı hadisələrə də şəxsən şahid olaraq yazıb. Yəni, bu hadisələr baş verəndə haradaydı? Azərbaycanda idi. Gəlin baxaq, nə yazır Mario Angelello? Burada Sofi deyəndə burada İsmail nəzərdə tutulur. İsmail Səfəvi made himself master of Taurus, yəni Təbrizi ələ keçirdi. Və bundan sonraki hadisələri təsvir edərkən Mario Angelello deyir ki, çoxlu insanları öldürdü, kişiləri, qadınları, uşaqları, ətrafdakı şəhərlər də onun qorxusundan qırmızı kaftan giydilər və 20.000 insanı öldürdü. Daha öncə ölmüş bir sıra şəxslərin sümüklərini qəbirlərdən çıxartdı, yandırdı və qeyd edirdi ki, he put to death his own mother. Yəni öz doğma anasını belə öldürdü. Səbəb də onu göstərir ki, çünki ona demişdilər ki, sən körpə olanda anan səni öldürmək işləmişdi. Həm də o qarşı tərəfdəki firqədər idi. Yəni anası sünni olduğu üçün bunu kim deyir? Bunu Mario Giovanni Angelello bu şəkildə qeyd eləyir. Biz bunun deməli İtalyanca nüsxəsi də var bunun. Həmin nüsxədə də bu 17-ci əsrdə nəşr olunub. La propria madre deyir İtalyan dilində. Yəni doğma anasını öldürmüşdür. Bu da İtalyanca bilənlər də buradan da oxuyub özləri də əmin ola bilərlər. Yaxşı, necə ola bilər ki, hadisənin şəxsən şahidi olmuş şəxslər qalır bir tərəfdə. Şəxs daha doğrusu. Sən onun dediyini qəbul eləmirsən, amma ölüb getmiş, yəni bu hadisələrdən çoxdan ölüb getmiş bir adamın əsərində bir qeydi götürürsən, deyirsən ki, o ögey anasını öldürmüşdü.
Niyə görə məndə bu qənaət hasil olmuşdu ki, Maria Giovanni Angelello'nun qeydi daha doğrudur. Çünki baxın, yenə biz həmin bu səfəvşünas professorun özünün İbrahim haqqında, İsmailin qardaşı İbrahim haqqında məqaləsi var. O məqalədə də özü açıq və aydın şəkildə yazır ki, İbrahimin aqibəti müəmmalıdır. Yəni İbrahimin nə öldüyü, nə qaldığı bilinmir, nə qəbri bilinmir. Gəlin hadisələrə baxaq. Deməli, Şeyx Heydərin öldürülməsindən sonra Yaqub, Sultan Yaqub, Ağqoyunlu hökmdarı Sultan Yaqub, bacısı Aləmşah bəy və onun 3 oğlu. Bunlar əvvəla 3 qız da olub, 3 oğulların adları, qızların adları tarixdə bilinmir. Sultan Əli, İbrahim və İsmail. İsmail bu 1 yaşındadır. 1 yaşlı bir körpədir. Bunlara mərhəmət eləyir, bacısı və bacısı uşaqları deyə. Bunları sürgün eləyir. İstəxir qalasına sürgün eləyir. Sultan Yaqubun ölümündən sonra Ağqoyunlu dövlətində taxt uğrunda şahzadələr arasında taxt mübarizəsi başlayır. Və bu vaxt bunlara izin verilir ki, bunlar İstəxir qalasından çıxıb Təbrizə gəlsinlər. Bunu da Sultan Rüstəm eləyir və amma Təbrizi tərk eləməyə şərt edir. Lakin bunlar bu şərti pozurlar və Sultan Əli qızılbaşlara qoşularaq Ərdəbilə getmək istəyir. Yolda döyüşdə öldürülür və Sultan Əli öldü. Bax, geriyə kim qaldı? Aləmşah bəy, Şeyx Heydərin ailəsində kimlər qaldı? Şeyx Heydər yoxdur həyatda. Sultan Əli də öldü. Geriyə qaldı kim? Aləmşah bəyim və 2 oğlu İbrahim və İsmail. Bunlar Ərdəbilə gəlirlər, Ərdəbilə gizlənirlər. Axtarıldıqlarını və ələ keçiriləcəkləri qorxusuyla qızılbaşlar bunları Gilana aparırlar və oradan da Lahıcana qaçır. Lahıcanda gizlədirlər bunları. Lahıcan hakimi gizlədir bunları. Aləmşah bəyim Ərdəbildə qalır. Oğulları İbrahim və İsmail Lahıcandadır. Bu vaxt İsmail 7 yaşındadır. 6-7 yaşında bir uşaqdır. Qardaşı 10 yaşındadır İbrahim. Mənbələrdə sadəcə bir qeyd var. İskəndər bəy Münşi deyir ki, İbrahim anası üçün darıxdı və başındakı qırmızı qızılbaş təkkəsini çıxardı və onun yerində türkmən papağı qoyub Ərdəbilə getdi. Və salam. İbrahim haqqında ondan sonra ziddiyyətli məlumatlar var. Bəzi qaynaqlar, Səfəvi qaynaqları deyir ki, sərkərdə idi, vuruşurdu. Bəziləri ümumiyyətlə susurlar. Yəni İbrahim haqqında bir kəlmə də yoxdur. Geri qaldı ailədən kim? Aləmşah bəyim və İsmail. Aləmşah bəyim də İsmaili görmür. 7 yaşından bəri görmür. Ona xəbər verirlər ki, hər şey yaxşıdır, narahat olmağına dəyməz. Bu hadisənin üzərindən 6 ildə keçir. 13 yaşlı İsmail ortaya çıxır. İndi bax, sual olunur. Ortaya belə bir sual çıxır. 7 yaşlı bir uşaq itsə, üzərindən 6 il keçəndən sonra bir yeniyetməni gətirib desələr ki, bu həmin o itmiş uşaqdır. Bunu kim tanıya bilər sadəcə? Anası ancaq. Ancaq ailə üzvləri. Ata, qardaşları və anası, elədir. Ata yoxdur. Ən yaxın şahidlər. Ailə üzvləri. Niyə görə? Çünki sima dəyişə bilər, amma ailə üzvləri, xatirələr var axı. Xatirələr var. Bədəndə hansı bir xal ola bilər. Ola bilər, bəli, ola bilər, bədəndən tanıyıblar, xatirələri var. Saxta olduğunu həmin dəqiqə üzə çıxar. Bax, İbrahim itdi, İbrahim yoxdur, müəmmalıdır itdi. Və ona görə deyirəm ki, bir insan nə qədər məzhəb təəssübkeşi olsa da, nə qədər radikal məzhəbçi olsa da, heç vaxt nə öz anasını öldürməz, nə öz dayısını öldürməz, nə öz dayısı uşaqlarını öldürməz, nə öz ana tərəfdən əqrabalarını, sümüklərini qəbirdən çıxarmaz, yandırmaz. Bunu eləməz yəni. İnsan nə qədər radikal məzhəbçi də olsa. Amma bu eləyib baxıb bunları tarixi qaynaqlarda var. Və ona görə mən Maria Giovanni Angelello'nun doğma anasını öldürmüşdür fikrini əsas götürürəm ki, izi itirməkdən ötürü. Ki, bu həqiqi İsmail deyil ona görə. Bəli, bu adamın Şeyx Heydərin oğlu olmadığı şahidləri yox eləmək. Bəli, üzə çıxmasın deyə. Bəli, yox eləmək. Amma bir daha təkrar edirəm, əlimizdə heç bir dəlil yoxdur. Bunu biz iddiayla sadəcə ehtimal edə bilərik. Ehtimal edə güclü ehtimal aslında. Amma bu bir faktdır ki, 1499-cu ildə bu şəxs ortaya çıxanda bunun həqiqətən də 7 yaşında Gilana getmiş, Lahıcana getmiş uşaq olduğunu təsdiq eləyə biləcək heç kim qalmamışdı həyatda. Sadəcə İskəndər bəy Münşinin əsərində bir qeyd var. Deyir ki, o Lahıcandan Ərdəbilə gələndə anası və qardaşı ilə görüşdü. İskəndər bəy Münşi bununla vaxt yazır. 1-ci Təhmasibin dövründə. Daha doğrusu Abbasın dövründə. Şah 1-ci Abbasın dövründə. Bu hadisələrdə 50-60 il, yarım əsr sonra yazır. Mario Angelello'nun öz əsərində qeyd etdiyi Təbriz qırğını haqqında məlumatın təfərrüatlı təfsirinə
Səfəvilərin saray tarixçilərindən olan Xurşah İbn Qubad Əl-Hüseyninin Tarixi İlçi Nizamşah adlı əsərində rast gəlirik. Xurşah İbn Qubad Hindli qütbşahilərin səfiri olaraq Səfəvi sarayına gəlmiş və Şah 1-ci Təhmasibin qulluğuna daxil olmuşdu. 19 il Səfəvi sarayında yaşayıb, yüksək Çinli dövlət adamları ilə yaxın ünsiyyət qura bilmiş Xurşah Əl-Hüseyni Şah 1-ci Təhmasiblə birlikdə Şirvan və Gürcüstan hərbi səfərlərində də iştirak etmişdi. Müəllif İsmail Səfəvinin Təbriz qırğınını belə təsvir edir. Qərib de hezar kəs az taife-i Ağqoyunlu در آن معرکه به قتل آمده بودند و مجموع زن و فرزند به ذیل اسیر گرفتار شده بود و غنایم بسیار از زر و جواهر و سایر نفایس و اسبان رهوار و استران رکابی و شتران پوربار قطر قطر به دست اساکر نصرتشوار در آمد چون سلطان مراد در حین گریز به سوی شیراز رفته بود. Yəni bu döyüşdə Ağqoyunlu tayfasından 10.000 nəfər qətlə yetirilmişdi. Onların qadın və uşaqları zəlil halda əsir götürülmüşdü. Qızıl, cəvahirət və sair nəfis əşyalar, qatar-qatar yegin atlar, minik qatırları, yük dolu dəvələr qənimət olaraq Nüsrətşüar əskərlərin, yəni qızılbaşların əlinə keçmişdi. Ağqoyunlu hökmdarı Sultan Murad bu vaxt qaçıb Şiraza getmişdi. Xurşah Əl-Hüseyni Təbrizdəki Ağqoyunlulara qarşı tərtib edilmiş qırğını bu şəkildə təsvir edir. Gördüyümüz kimi qızılbaşlar Ağqoyunlu türkmənlərinə məğlub edilmiş müsəlmanlar kimi yox, məğlub edilmiş digər bir din mənsubu kimi davranaraq qadın və uşaqlarını əsir almış, əmlaklarını isə talan edib qənimət götürmüşdülər. Elnur müəllim, çox sağ olun bu dəyərli məlumatlara görə. Elnur müəllim, sonra bizə irad tutulan məsələlərdən biri o qırğınlar törətmək məsələsini biz gətirəndə ki, bəs Şah İsmail belə qırğınlar törədib və s. və s. Deyirlər ki, bu adi bir haldır. Yəni hər hansı bir hökmdar hansı hücum eləyəndə və s. Yəni bu adi bir haldır, normal bir şeydir. Yəni bu belə qeyri-adi bir şey deyil, hadisə deyil. Buna nə qeyd edə bilərsiniz məsələyə? Yəni sizin də qeyd elədiyiniz kimi çox əcaib bir şəkildə bunu qələmə deyir. Kim eləməyib ki, bunu hamı eləməyib, hamı eləməyib. Məsələn, deyir ki, bolşeviklər eləyiblər, çünki onlar təzə bir ideologiya ilə gəldilər. Köhnə ideologiyanı silmək üçün, bəli, həqiqətən də uğurlu bir müqayisədir. Onu ancaq bolşeviklər də müqayisə eləmək olar, bir də monqollarla. Çünki monqollar bu cür qırğınlar törədib. Biz Azərbaycan tarixində bu cür kütləvi qırğınları başqa heç bir tarixi dövrdə görmürük. Kim eləmədi ki, deyir. Məsələn, mən deyim kim eləmədi. Adını eşidəndə, belə deyək də, xoşlarına gəlməyən bir şəxs var. İkinci Raşid xəlifə Ömər ibn Xəttab, Allah ondan razı olsun. Ömər ibn Xəttab İran fatihidir. Sasani mülkünün fatihidir. Sasani dövlətini yıxan şəxsdir. Başdan başa fəth eləmişdi. Lakin bu gün belə Persepolis şəhəri, Təxti Cəmşid deyirlər ona, Əhəmənilərin paytaxtıdır. Olduğu kimi qalır. Məsələn, 2-ci Kir və ya Böyük Kir Sasani şahı, onun məzarı Təxti Cəmşiddə olduğu kimi qalır. Və ya 3-cü Artaxerxesin məzarı Persepolis şəhərində olduğu kimi qalır. Bir başqa nümunə isə biz verə bilərik Fatih Sultan Mehmedin İstanbulu fəthi. Bəli. Burada da gördüyünüz kimi İstanbulda hələ də Bizans imperatorlarının məzarları olduğu kimi qalır. Zeyrək cami var. Manastır idi. Bir vaxtlar indi məscidə çevrilib. Onun zəmin qatında Bizans imperatorlarının məzarları var. Türklər İstanbulu fəth edəndən sonra ora toxunmadılar. Ərəblər Misiri fəth edəndən sonra Firon məzarlarına toxunmadılar. İranı fəth edəndən sonra Əhəməni şahların məzarlarına toxunmadılar. Baxmayaraq ki, bunlar heç müsəlman da deyildilər. Məsələn, deyə bilərdilər ki, Firon Qurani-Kərimdə zalım və pislənən bir şəxs kimi adı keçir. Dağıldılmalı deyə amma eləmədilər. Misir mədəniyyəti indiyə qədər yaşadı. İran mədəniyyəti indiyə qədər yaşadı. Arxeoloji qazıntılar aparılır orada. Və buna aid başqa nümunələr də verə bilərik, amma mənə elə gəlir ki, bu qədər kifayətdir. Bəli. Normalde bəs Əbu Hənifənin qəbrini dağıtmaq məsələsinə biz bu haqda ayrıca bir
videomuz var. Video çarx hazırlanıb. Qazı Nurullah Tustərinin Məsəlün Nəsaib adlı əsərində Şah İsmayılın və Şah 1-ci Abbasın Əbu Hənifənin Bağdaddakı qəbrini dağıtması və sümüklərini çıxarılıb, qəbrin də ayaq yoluya çevrilməsi haqqında, həm də Ənvar-ı Numaniyə adlı bir əsər də var. Bu da Nemətullah Cəzairinin, bu da Səfəvilər dövrü alimlərindəndir. Burada qeyd olunur, yer verilir bu məsələlərə. Bunu inkar eləməyə çalışdılar. Dedilər ki, bu olsaydı belə bir hadisə Osmanlı qaynaqlarında mütləq qeyd olsa, sanki Osmanlı qaynaqlarının hamısını oxuyublarmış kimi, mən Osmanlı qaynaqlarından da bunu təqdim edə bilərəm. Məsələn, Joseph von Hammer, Avstriyalı diplomat və tarixçi də onun Böyük Osmanlı tarixi adlı əsərində İmam Azam Əbu Hənifənin qabrinin bulunması və türbə inşa edilməsi deyilir. Yəni dağıdılıb və ondan sonra tikilib, təzədən bir də dağıdılıb. Ondan sonra Peçoylu İbrahim Əfəndi və İbrahim Peçevi tarixi əsərində də İmam Azam mübarək məzarının bulunması deyə bir başlığı var. Burada da məzarın dağıdılması və daha sonra yenidən Osmanlılar Bağdada alandan sonra tikilməsi haqqında məlumat verilir. Həmçinin Cəlalzadə Mustafa Çələbinin də Tabaqatul Məmalik adlı əsərində də bu haqda məlumat var və Solaqzadə Mehmet Həmdəminin də Tarixi Solaqzadə əsərində səhifə 486-487-ci səhifələrdə Əbu Hənifənin qəbrinin Səfəvilər tərəfindən dağıdılması, sümüklərinin çıxarılıb yandırılması, ayaq yoluna çevrilməsi, daha sonra isə Kanuni Sultan Süleyman tərəfindən Bağdad alınandan sonra və Sultan Murad dövründə də bu qəbrin yenidən inşa edilib, bərpa edilməsi haqqında məlumatlar var. Və sadəcə bu da deyil, yəni Əbu Hənifədən də kifayətlənməyib ki, digər Azərbaycan ərazisində də kütləvi qırğınlar vaxtı çox sayda alimlər xüsusən də əhl-i-sünnə alimləri öldürülüb. Bu haqda biz məlumatı alırıq Azərbaycanlı bir müəllifdən. Bu şəxs Mehmet Şirvani adlı şəxsdir. Onun Əl-Əhkam-ü-Diniyə adlı əsəri var. Həmin bu Əhkam-ü-Diniyə adlı əsərində geniş şəkildə Səfəvilərin, xüsusən də Şah İsmayılın Azərbaycandakı alimləri öldürməsi haqqında, bax burada da biz hal-hazırda ekrana gəlir, görürük alimlərin qəbirlərinin yandırılması, alimləri öldürməyi savab saymaları və öldürdükləri alimlər, bunların üzündən alimlərin öz ölkələrini tərk etməsi adlı başlıqlar Əhkam-ü-Diniyə adlı əsərdə verilir. Bu onun həmin əsərin əl yazmasıdır. Ayasofya kitabxanasında saxlanılır. Bu yüksək lisans tezi olaraq, magistr işi olaraq müdafiə olunub. Adların da verir, alimlərin qəbirlərinin dağıdılması. Məsələn, Yusif Əl-Ərdəbili var, məşhur Şafi təfsirçisidir bu şəxs. 1397-ci ildə vəfat edib. Onun qəbrini dağıtdılar, deyir. Ariflərin, sultanlarının qəbirlərini dağıtdılar. Bəyazid-i Bəstaminin, Şeyx Əbülüshaq Kazeruni, Şeyx Zeynəddin Xəvafi, Şeyx Əbdülqadir Geylani, Şeyx Kəbir Şirazi və Mevlana Abdurrahman Əl-Cami, bunlar dışında adlarını sayamayacağım alimlərin və salihlərin qəbirlərini dağıtdılar. Bütün əhl-i sünnət və cəmaat başlanğıcdan günümüzə qədər lənət edirlər, deyir. Sonra da alimləri öldürməyi savab saymaları və öldürdükləri alimlər, deyir. Məsələn, Mevlana Şeyxülislam Xorasani, Mevlana Əziz Əl-Naxçıvani, Mevlana Şükrullah Əl-Muğani, Mevlana Baba Xatayi, Mevlana İsmail Əl-Gəncəvi və övladları ilə, uşaqları ilə bir yerdə, Mevlana Hacı Yəzdi, bunları öldürdülər və çoxunun da cəsədlərini yandırdılar. Şirvanda, Sədə, Çuxursəddə, yəni ki, indiki İrəvan, Naxçıvan bölgəsində, Təbriz, Qəzvin və anidən olan alimlər və fazil şəxslərdən 30 kişiyi öldürdülər. Şirvanda Mevlana Nuri, Mevlana Mahmud, Mevlana Muhammed və başqalarını öldürdülər. Çuxursəddən Mevlana İskəndər və Mevlana Əhmədin oğlunu öldürdülər Təbrizdə və digər davam edir bu şəkildə Azərbaycandakı qətl etdiyi əhl-i sünnə alimləri haqqında bu əsərdə ətraflı məlumat verilir. Önürəm, çox sağ olun. Bu da həqiqətən də çox gözəl faktlar oldu. Düşünürəm ki, həm izləyicilərimiz, həm də bizi tənqid edənlər bir nəticə çıxarıb obyektiv yanaşma edəcəklər məsələyə. Önürəm, Bakı hadisələr haqqında nə deyə bilərsiniz? Yəni, Şah İsmayılın Bakıya gələndə orada talan etməsi, əhalinin malını, mülkünü, onları kütləvi qırması, bu haqda zəhmət olmasa. Bəli, Bakı hadisələri haqqında da danışarkən o sual da verilir bunlar, o bir-birlərinə o sual verirlər və bildirir ki, Bakıda talan olub, amma qırğın olmayıb. Yəni, əhalinin əmlakını talan ediblər, amma canlarına toxunmayıblar. Halbuki belə olmayıb. Biz bunu da yenə də Səfəvi qaynaqlarından
öyrənirik. Həsən Tarix adlı əsərdir. Onu da deyim ki, bu əsərin tərcüməçiləri də elə həmin səhifəşünas professor və onun müəllimidir. Deməli, burada nə deyilir? Şirvanşah qoşununun qazilərə əsir düşmüş bir sıra əskərləri onu tanıdılar. Yəni öldürülən şahı tanıdılar, Şirvanşahı tanıdılar. Ondan sonra onun başını cəsədi ilə birləşdirib yandırdılar. Deməli, əvvəlcə şahı, Şirvanşah Fərrux Yasarı yaxalayırlar, öldürürlər, amma şah olduğunu bilmirlər. Lakin onun cəsədi Şirvanlı əsirlər tərəfindən tanınandan sonra onun başını bədəndən ayırdıqları başı tezə birləşdirib, təzədən onu yandırırlar və qətlə yetirilmişlərin kəllələrindən minarələr düzəldirlər. Kim yazar bunu? Həsən bəy Rumlu yazır. Həsən Təvarix adlı əsərində. Bakı qırğını ilə bağlı deyir ki, o möhkəm qalanın altından bir lağım vurdular. Lağım vuran zaman böyük bir daşa rast gəldilər və sirkə vasitəsilə o daşı parçalayıb qalanın bir bürcünü uçurdular. Qala sakinləri alaçıq keçələri ilə bu uçurulmuş yeri tutdular və daha 3 gün qalanı qorudular. Ondan sonra əzəmətli qazilər yürüş etdilər. Qısa zamanda o qalanı ələ keçirdilər. Kəsici qılıncın və can alan nizənin zərbəsi ilə bir dəstəni qətlə yetirdilər. Bakı əyanlarının təxminən 70 nəfər əllərində Qurani Məcid kitabını tutaraq Əl-Əman fəryadı ilə Keyvan eyvanına çatdılar. İskəndər şanlı Xaqan, yəni Şah İsmail nəzərdə tutur. Onların təqsirindən keçdi. Bakı sakinləri dövlət xəzinəsinə, yəni Şah İsmailə qan bahası, xumbaha şəklində 1000 tümən ödədilər. Əzəmətli qazilər Həzrəti Sultan Cinayət davam edir bu şəkildə. Daha sonra isə Təbrizdəki hadisələr haqqında yazır. Deyir ki, Həsən bəy Rumlu həmçinin hakimiyyətinin başlanğıcında əmr etdi ki, məmləkətin xətiblərinə 12 imam, ulu məlik olan Allahın salamı onlara olsun, adına xutbə oxusunlar. 528-ci hicri ildə Sultan Toğrul bəydən bəri etibarən İslam ölkələrində qadağan olunmuş Əşhədü ənnə Əliyyən Vəliyullah kəlməsini və Hayyə aləl xeyrül əməli də əzana əlavə edib deyilməsini əmr etdi. Hökümdarın fərmanı ilə bazarlarda Əbu Bəkrə, Ömərə və Osmana tənə və lənət edilsin. Buna qarşı çıxan hər kəsin başı bədənindən ayrılsın deyə əmr verir. Və o zaman cəmaatın Haqlan Cəfəri məzhəbinin məsələlərindən və 12 imam əimmə İsnaşəriyə tərəfdarlarının qayda qanunlarından məlumatı yox idi cəmaatın. Çünki İmamiyyə fikrinin kitablarından ortada heç bir şey yox idi. Ona görə də dərin bilikli alimlərdən alimlərin sultanı Şeyx Cəmaləddin Mütəhhər Hillinin, İraqlıdır, bu Hillə şəhərindəndir. Əsərləri cümləsindən olan Şəriətin Pənahı Qazı Nurullah Zeytuninin şəxsi kitabxanasına məxsus olan Qavaid-i İslam kimi əsərlər, İsnaşəriyə fikrinə aid əsərlər tərcümə edildi ki, əhaliyə bunu öyrətsinlər deyə. Biz Fütuhat-ı Şahi adlı bir əsər var. Səfəvilər tarixinin təməl qaynaq əsərlərindən biridir. Əmir Sədrəddin Hərəvi adlı bir şəxs tərəfindən yazılmışdır. Bu Sədrəddin Hərəvi Şah İsmailin saray tarixçilərindəndir və onun göstərişi ilə bu əsərini qələmə almışdır. Sədrəddin Hərəvinin əsərində biz açıq şəkildə Bakıda bunların törətdikləri qırğını yazdığını görürük. Hal-hazırda ekranınızda bu əsərin farsçası və altını qırmızı xətlərlə çəkmişəm, işarələmişəm. Deyir ki, əzəmətli qazilər o dağın, yəni Bakının zirvəsində mövqe tutdular və düşmənin qəlbinə qorxu və dəhşət bıçağı ilə ikiyə böldülər. Tüfəngçilər tüfəngləri ilə onların başına səmadan yağan ildırım kimi od yağdırdılar. Bəs yedilə odlu silahları yox idi çaldıranda, var imiş demək ki. O alçaq məzhəbin mənsublarının başına ələkdən ələnir kimi daş elədilər. Təkəbbürlüyü möhkəm qucaqlamış o əllər əfv üçün yalvarıb sülh üçün fəryad etməyə başladılar. O firqənin, yəni məzhəbin nalə və inintiləri o həzrətin, yəni İsmailin qulağına çatanda o İmam Kazımın intiqamdan vaz keçməsi kimi Xosrov məhəbbəti ilə qılıncını qınına qoydu deyir və burada bir şeyə diqqətə yetirmək istəyirəm. Burada qeyd edilir və tərki mühasirə və müsadirə əhli Bakıya fərmandat Bakı əhalisinin mühasirəsini və müsadirəsinə dayandırdı deyir. Bakı əhalisinin, yəni əhaliyə qarşı, Bakı əhalisinə qarşı qətliam törəldiyini biz Sədrəddin Hərəvinin əsərindən öyrənirik. Lakin Sədrəddin Hərəvi burada bir qeyd edir. Deyir ki, bunu bir daha təkrar eləmək istəyirəm.
O alçaq məzhəb mənsublarının başına ələkdən ələnir kimi daş elədilər. Gəlin baxa görək, o alçaq məzhəb mənsubu deyəndə kimi nəzərdə tutulur? Yəni Bakılılar o vaxt hansı məzhəbə mənsub idilər? Biz bunu kitab Təlxisül Asar və Əcəbi Məlikül Qəhhar adlı əsərdən, Əbdürrəşid Bakıvinin əsəridir. Bakılıdır. Nə deyir? Deyir ki, şəhər əhalisi İmam Şafinin, Allah ondan razı olsun, məzhəbinə etiqad edirdilər. Yəni Bakı əhalisi Sünni və Şafi məzhəbində idi həmin dövrdə. Bu da yenə qaynaqlar tərəfindən təyid və təsdiq olunur. Çox sağ olun Elnur müəllim. Buyur. Çox gözəl, dəyərli məlumatlar idi həqiqətən də bu mövzuda və mənə eləyək ki, haqqı görmək istəyən, obyektiv yanaşan araşdırmaçı və ya sıra bir vətəndaş olsa belə, yəni bundan artıq ona aydın söyləyəcək bir dəlil sübut yoxdur. Elnur müəllim, Səfəvi siyasətinin belə deyək də araşdıranda və baxanda bəziləri iddia edirlər ki, yəni onların siyasətin içərisində din və məzhəbçilik dayanmamışdı. Bu doğrudanmı belə idi? Əlbəttə ki, bu yanlışdır. Tam tərsinə Şah İsmayıl Səfəvinin daxili siyasətinin təməlini eləyəcək, ondan sonraki Şah Təhmasib və Şah Abbasın dövründə bu xüsusilə görülür. Kəskin şəkildə davam edir. Ondan sonraki Səfəvi şahları dövründə səngiyir düzdür bu qatı məzhəbçi mövqe. Amma Şah İsmayıl Səfəvinin, istər Şah Təhmasib, istər Şah Abbasın dövründə bu çox kəskin şəkildə məzhəbçi bir siyasət yeritmişdilər ki, bunu da biz yenə Səfəvi mənbələrindən öyrəndik. Hal-hazırda bax burada ekranızda görünən əsər Aləmarə-i Səfəvi adlı əsərdir. Bu da Səfəvilər dövrünün təməl qaynaq əsərlərindən biridir. Anonim əsərdir, yəni müəllifi bilinmir. Mümkündür ki, bir neçə müəllif tərəfindən yazılmışdı və İranlı tədqiqatçı Yadullah Şükri təhqiq edərək bunu kitab şəklində nəşr etdirmişdi. Bu əsərdə, yəni Tarix Aləmarə Səfəvidə Şah İsmayılın Təbrizi ələ keçirməsi haqqında ətraflı məlumat verilir və deyilir ki, burada Şah İsmayıl Təbrizi ələ keçirəndən sonra dedi ki, İsnaəşəriyyə xütbəsi oxunsun, dedi. Lakin qızılbaşlardan bəziləri dedilər ki, 320 minlik Təbriz əhalisi biz qorxuruq ki, ayaqlanarlar, yəni üsyan eləyərlər. Çünki bunlar sünnidirlər, belə şey, biz şiə, padşah istəmirik deyə bilərlər. Lakin Şah İsmayıl nə deyir? Deyir ki, xeyr, əgər onlar bunu qəbul eləməsələr, mən sıyrilmiş qılıncla onların üzərinə gedib birini belə sağ qoymaram deyir. Lakin həmin gün Şah özü də fikirləşir və ağlına batırdı ki, birdən həqiqətən də ola bilər ki, əhali qiyam eləsin. Elə isə mən bu işə bir tədbir görüm, necə eləyim ki, bu qiyamın da qarşısını alım və eyni zamanda təbliğatımı da bəli, xütbəni də İsnaəşəriyyə xütbəsində oxutdurum və müəllif elə deyir, təbii ki, deyir ki, yatdı və gecə yuxuda kimi gördü? Həzrəti Əlini gördü və deyir ki, amma Şah در fikir بود ki, میدانست ki, Qızılbaşan rast میگویند چون به خواب رفت دیده ki از برابرش نور پاک حضرت امیر نمودار gərdid və qoft. Yəni Həzrət Əmiri, yəni Əmir əl-Möminin Həzrət Əlini yuxuda gördü. Həzrət Əli də nə deyir? İsmayıla deyir ki, ey fərzənd, ey övladım, qorxma. Qılıncı əlində möhkəm tut və etiraz eləsələr, hamısını qılıncdan keçir deyə və bununla da Həzrət Əli Təbriz əhalisindən bəli, qılıncdan keçirilməsini güya İsmayıla kim göstəriş verir yuxuda? Həzrət Əli göstəriş verir və yuxudan oyanandan sonra İsmayıl deyir ki, tapdım çarəsini, qızılbaşları silahlandırır və deyir ki, cümə günü məscidə gedəcəksiniz, hər iki nəfərdən bir silahlı, əlində xəncər və qılınc olan bir qızılbaş yanacaq. Xütbədə təbərra edin, yəni Ömər və Osmandan, Əbubəkir və Ömərdən, Osmandan, Ayşədən bəri durun, yəni təbərra edin deyiləndə kim etiraz eləsə, elə oradaca məscid içindəcə edam eləyin, boynunu vurun deyə, öldürün deyə bu çarə olaraq bunu fikirləşir və həqiqətən də belə eləyirlər. Xütbəyə çıxır və xütbə oxuyur. Bu xütbə düz məsciddə
qorxudan insanlar səsini çıxarmır, amma böyük bir ajiotaja səbəb olur. Yəni Təbriz çalxalanmağa başlayır bu hadisədən sonra ki, biraz əvvəl məlumat verdim ki, indi birazdan bir başqa mənbədə də Təbrizdə törətdiyi qırğın haqqında Ağqoyunlularda nə qədər adam öldürübsə, onu bir daha məlumat verəcək. İtalyan səyyahın qeydlərində gördük biz bunu. Bu haqda mən deməli bir başqa arzu edənlər bu məqalələri tövsiyə edirəm. Məsələn, Rosemary Stanfield Johnson adlı Amerikalı bir tarixçi var, Səfəvişünasdır. Onun Sunni Survival in Safavid Iran, Anti-Sunni Activities During the Reign of Tahmasib First. Yəni bir İranda Səfəvi İranında sünniliyin həyat uğrunda mübarizəsi və Şah 1-ci Təhmasibin dövründə anti-sünni fəaliyyət deyə bir məqalə, çox maraqlı bir məqalədir. İstəyən bunu oxuya bilər. Bir başqa yenə həmin müəllifin məqaləsi isə The Tabarian and the Early Safavids, ilk Səfəvilər və təbərrüatçılar deyə xüsusi bir qrup var. Təbərrüatçılar bunlar sünnilikdən insanları məcbur edirdi. Yəni Ömərə, Əbu Bəkrə, Ayşəyə, Osmana lənət oxuyun deyə bu işlə sırf məşğul olan bir qurum var idi. Həmin qurum haqqında, qurumun fəaliyyəti haqqındadır məqalə və bir digər məqaləmiz də bu haqda deməli Türkiyəli araşdırması Cihad Aydoğmuşoğlu'nun Səfəvi hökmdarı Şah Abbasın dini siyasəti adlı məqalədir. Çox maraqlı məqamlara toxunur burada. Məsələn, birin mən deyim, Şah Abbas Ərdəbildə hələ ki əhalinin hamısı şiəliyi qəbul eləmir. Bir səsi sünnidir Ərdəbildə. Atası, ulu babası Şeyx Səfiyyəddin türbəsi üçün sədəqə paylatır. Göstəriş verdiyi sünnilərə vermir. Bəli, belə bir göstəriş verir. Məqalədə Şahın əmridir. Yəni sədəqə paylayandan belə bunu da nəzərə almaq lazımdır. Ünvanlı sədəqə, ünvanlı sosial yardım görmüşdü, ünvanlı sədəqə görməmişdik. Bəli. Belə ünvanlı bir sədəqəsi də var idi Şah 1-ci Abbasın. Elnur müəllim, bəzilər deyirlər ki, güya biz iddia eləmişik ki, yəni Ağqoyunların nəslini, kökünü Şah İsmayıl kəsib. Bizim bundan əvvəlki Səfəvilər haqqındakı podkastımız əlçatan internet resurslarda, kanalda, Tövbə kanalda var. İstəyən girib oradan baxa bilər. Bizim elə bir sözümüz, iddiamız olmayıb. Sadəcə olaraq Ağqoyunlara kütləvi şəkildə qırğın törədib, soyunu qurudub, kəsib deyə bir cümlə işlətməmişik. Ağqoyunlara qarşı mənbələrdir. Biraz əvvəl İtalyan səyyah Angelello'nun qeydlərini göstərdi. Birazdan yenə bir başqa əsərə də gələcək. Orada da görəcəyik. Bəs o ətin yemək məsələsi nədir ki? Deyirlər ki, bu gün məcazi mənada deyilir, bilməm nədir? Bəli, bizim Səfəvişünas professoru gətirdiyi yeniliklərdə o deyir ki, orada də çox gülməli həqiqətən də aldı ki, sən yiyərəm səni dedi, yəni məğlub eləyərəm, o mənada istifadə edir. Amma bəli, mənbələrdə çox təəssüflər olsun, yəni professor elmi adını ala bilmiş bir adam bu şəkildə təhrifə gedir. Ya qaynaqlardan xəbəri yoxdur, amma böyük ehtimalla xəbəri var, qəsdən bunu edir. Gəlin baxaq, qaynaqlar bu haqda nə deyir? Yəni, həqiqətən də Səfəvi ordusunda adam yiyənlik, Hannibalizm ənənəsi var idi, ya yox idi. Hal-hazırda siz ekranınızda İskəndər və Münşi Türkmani dünyayı bəzəyən Abbasın tarixi, yəni Tarix Ələmayı Abbasi adlı əsəri görüb, Azərbaycan dilində tərcümə olunub, Bakıda da nəşr olunub. 1-ci Şah Abbası dövründə yazılıb bu əsər. Deyir ki, Murad bəy Cahanşahlını qəhr ateşi ilə yandırdı və kinli əskərlər onun ətini yedilər. Bir. Yəni yandırıb, yəni bişib əti, onlar da kebab eləyiblər. Kebab eləyiblər. Bax, bu əsər isə biz Qazı Əhməd Qumminin Xülasətü Təvarix adlı əsərinin 1-ci cildidir. Səhifə 83-də deyir ki, Hüseyn Kiya və fərman nəvvab alə در قفس متحسین شد. قاضیان غزنفشان مراد bəy را به واسطه ibrət kebab nəbudənd və quş ura xordənd. İbrət olsun deyə Murad bəy Cahanşahlı Ağqoyunlu sülaləsinə mənsubdur bu. Heç bir siyasi iddiası olmayan bir şahzadədir sadəcə, amma Ağqoyunlular sülaləsinə mənsubdur. Onun ətini kebab elədi və qazilər, yəni Səfəvi əskərləri onun ətini kebabından yedilər. Bir başqa əsər Tarix İlçiyani Nizamşahi adlı əsərdir. Bu da Xurşah İbn Qubad Əl-Hüseyni adlı müəllifin əsəridir. Şah İsmailin saray müəlliflərindəndir bu şəxs də. Hal-hazırda onun əsərini görürsünüz. Burada deyir ki, Murad bəy Türkmən ra bərçubi bəstə və ateş kebab saxtənd və
hökm şad ki gaziyan nizam her kes ki az cümle mu'taqidan است به قدر نصیب لقمه از آن kebab mil کند. Deyir ki, hər kim kidir mənə etiqad eləyir, İsmaildir. Bunun ətindən, yəni kebab olmuş ətindən, deyir, onu çubuğa bağladılar. Yəni necə ki, şaurma eləyirlər, onu o şəkildə Murad bəy Türkmana o şəkildə pişiriblər. Grill kimi yəni. Bəli, grill kimi pişiriblər. Sonra dedi ki, kim ki mənə etiqad eləyir, mütləq bundan yeməlidir və həqiqətən də deyir ki, qızılbaşlar onun üstünə töküldülər və onu elə yedilər ki, nə az quş əsərmand və nə az İstəxvan, yəni nə ətindən əsər qaldı, nə də sümüyündən, yəni o şəkildə yedilər. Yenə bu haqda məlumat verən bir digər Səfəvi mənbəsi isə Əbdibək Şirazinin əsəridir, Təkmilətül Əxbar adlı əsərində. Burada da yəni həmin ifadəni təkrar edir ki, onun ətini kabab eləyib yedilər. Yəni səni yeyərəm, məğlub eləyərəm kimi. Bilmirəm, buradan necə mənadır? Bu aydındır da, burada nə demək istəyirsə. Bunlar hamısı dəyərli izləyicilər, bunlar hamısı tarixi faktlardır. Yəni bu faktları təhrif eləməyə, başqa mənaya yozmaq üçün əlimizdə yerə açıq-aydın bir ifadələrlə deyilən bir söz olsun ki, bunlar yəni belə deyək də həmin o zarafat mənasına mı və ya nə bilim hədə qorxu gəlmək mənasına gəlsin. Bu faktlardır ki, həqiqətən də bu insanlar belə deyək də öz düşmənlərinə qarşı bu cür davranıblar. Elnur müəllim, sonra Şah İsmailin öz həyat yoldaşını döyüş meydanında qoyub qaçması məsələsi. Bu haqda da bəzi... Biz bu haqda da danışmışdıq əvvəlki video podkastımızda. Bu ən qıcıq doğuran məsələlərdən biri oldu Səfəvi tərəfdarların arasında. Necə ki, Səfəvi qaynaqları anasının öldürülməsi haqqında susurlar, bu mövzuda da Səfəvi qaynaqları susurlar demək olar ki, və bir-birinə ziddiyyətli məlumatlar verirlər. Onu deyib ki, bu haqda biz düzdür Osmanlı qaynaqlarından məlumat alırıq. Osmanlı qaynaqlarında da ziddiyyətli məlumatlar var, amma buna baxmayaraq bu qaynaqlarda nə deyilir, necə deyilir, biz bunu izləyicilərimizin diqqətinə çatdıraq. Hər kəs özü qərar versin, yəni bu məlumat da onlarda olsun. Dəqiq, qəti bir söz demək əlbəttə ki, mümkün deyil. Bu haqda biz məlumatı hal-hazırda ekranda gördüyümüz Xoca Saadəddin Əfəndi adlı bir Osmanlı müəllifi var. Onun Tacü Təvarix adlı Osmanlı tarixinə dair bir əsəri var. Onun 4-cü cildində maraqlı bir məlumat verdi ki, savaş meydanında qalan mülhidlərin yetərincə yaxalayıb yücə eşiyə sundular. Şahın eşini, yəni xanımını belə tutub ötəki bəy və əskərlərin qadınları ilə birlikdə ələ keçirdilər. O yerə batasıcanın, yəni İsmailin önləmi, yəni qabaqlayıcı tədbiri belə idi ki, əskərlərin qaçışını əngəlləmək üçün çoluq və çocukların da səfərə eşdirir idi. Yəni əskərlər qaçmasınlar deyə onların ailə üzvləri də döyüş meydanına gətirirdi. Belə bir məlumat verir və sonra isə deyir ki, bu atasından alıb. Bunun atası Səfəvi ordusunda olmuş bir şəxsdir. Sonra İstanbula gəlir və Osmanlıların tərəfinə keçir, belə deyim. Hafiz Mehmed adlı şəxsin oğludur bu. Hafiz Mehmeddən atasından aldığı məlumatı verirdir ki, amma rəhmətli babam kimi doğru xəbər vericilərdən anlatılır ki, Taclı xanım savaşın ən qızğın dəmində Məsih Paşa oğlunun əlinə keçmiş və bir gecə onun çadırında saxlanmışdı. Yanında olan zinətləri və böyrək parçaları, yəni ləl parçalarının gərdanlığı, boyunbağını ən seçkinini ona verib yalvarmış ki, məni azad elə. Paşazadə də şirin dilinə və yaşlı gözlərinə aldanıb onu azad etmişdir. Yəni Tacı xanımını buraxmışdı. Bunu biz Tacü Təvarixdə Xoca Saadəddin əsərində görürük. Bir digər Osmanlı müəllifi isə bu Səlimnamə adlı əsərin müəllifidir. Cəlalzadə Mustafanın Səlimnamə adlı əsəri məşhurdur. Deyir ki, qaçaq şah öldürən savaş alanı təzgahından çıxıb qaçınca davam edir sonra bütün ordu və əskər tüm müzəffər savaşçılar Acəmlərin təchizatı ilə muradına erişib doyumluqlar elədilər. Altın və gümüş kəsələrlə deyil, torbalarla, incilər, iri incilər, torbalarla, çuvallarla bulunub, qazilər para və mücəvhəratı ölçək kilələrlə bölüşüb paylaşdılar. Yəni, çox qənimət əldə elədilər. Kisə ilə yox, çuvalla qiymətli əşyalar ələ keçirdilər və sonra davam edirdi ki, şahın çox qadın da ələ keçirildi burada, yəni Çaldıran döyüşündə. Şahın zevcələrindən də gül yaprağı bir nazlı gözəl adı da Taclı Xatun, Taclı xanım deyə məşhur imiş, ələ keçirilib Cənnət Məkan Padşahı, yəni Sultan Səlimin həzrətlərinin dostluq prinsipi məclisinə gətirdilər.
təsadüf keçmişdə Tuğrayı olan, yəni saray katibi olan, yazıçı və inşada usta olan Tacizadə Mövlana Cəfər o tarixdə sarayda qaza əskər idi, padişahın huzurunda idi, kendiləri xalq arasında qadın düşkünlüyü ilə tanınmışdı. O səbəbdən də adı keçən qadını, yəni Taclı xatunu ona verdilər. Yəni Tacizadə Cəfərə verdilər. Taclı xatun Anadolu vilayətlərində yerləşib qaldı. Bu haqda da məlumat dediyim kimi Cəlazadənin əsərindədir. Mən tövsiyə eləyərdim, əgər kimsə bu haqda daha ətraflı məlumat almaq istəyirsə, Şah İsmayılın eşi Taclı Beyim adlı məqalə var. Professor Tufan Gündüzün məqaləsidir. Burada Tufan Gündüz müxtəlif aspektlərdə bu məsələni ələ alır və araşdırıb çox dəyərli bir tədqiqat əsəri ortaya qoymuş. İstəyən buradan oxuyub məlumatlana bilər. Çox sağ olun mən məsələyə. Bir məsələdə orada irad bildirilir ki, bəs biz demişik ki, bəs Səfəvilərin türkcə sənəti yoxdur. Belə demişik. Yoxsa Bəli, çox təəssüflər olsun ki, biz belə demişdik, yoxsa mütləq əksəriyyəti bəli, çox təəssüflər olsun ki, burada da bizə belə deyim də bir bizim demədiyimiz bir söz bizim ağzımızda. Video podkast ortadadır, istəyən baxa bilər. Biz belə bir söz deməmişik. Mənim ağzımdan belə bir söz çıxmayıb ki, Səfəvilər tarixinə dair türkçə əsər yoxdur. Biz belə demişdik. Demişdik ki, 2000-ə yaxın əsər aşkar olunub. Bunların böyük əksəriyyəti farsçadır. 10-15 dənəsi isə türkçədir. Amma bu Səfəvişünas professor bütün o veriliş boyu, podkastı boyunca türkçə bir məktubun boynuna ip keçirib. Yuxarıda sözdə aşağıdakı və bunu dəstəğiz edib göstərdiyi bax görürsünüz var. Yaxşı var. Özü deyir ki, Avropada da var, Vatikanda da var, İstanbulda da var. 5 dənəsini yığ yerə bir məqalə çap elə. Hamı da görsün. Bir dənəsini göstərib mən təqdim eləyim. Məsələn, hal-hazırda ekranınızda görürsünüz. Bu Səfəvilər dövrünə aid fərmandır. Şah İsmayıl Səfəvinin seyidləri vergi və rüsumlardan azad olunmasına dair 5 yanvar 1501-ci il tarixli farsça fərmanı. Ondan sonra şəkil 2-də Şah İsmayılın Tatev və Vağadi indiki Ermənistan Respublikasının Sünük, Zəngəzur mahalındakı monastırların sahib olduqları torpaqlar üzərində mülkiyyət hüququnun təsdiqinə dair farsça fərmanı. Şah İsmayılın Çuxusad vilayətindəki Qızıl monastırının vergi və rüsumlardan azad edilməsinə dair farsça fərmanı. Şah İsmayılın Hafiz Kəmaləddinin irsi mülklərinə dair farsça fərmanı. Şah 1-ci İsmayılın Təbrizdəki Bağı Əhməd Şah bağına aid farsça fərmanı. Şah İsmayılın Həma valisi Ziyəddin Yusuf bəyin ərizəsinə cavab olaraq yazdığı farsça cavab məktubu. Şah İsmayılın Xalxal vilayəti, bunu biz çox sayda ardıcılıqla davam edə bilərik. Amma çox uzatmadan sadəcə olaraq bir əsəri, hətta 3 əsəri tövsiyə edə bilərəm oxucularımıza. Məsələn, Macarıstanlı şərqşünas Lajos Feketənin əsəridir bu. Mədxəl, Paleografi Farsi, Səd və Yek Sənəd Farsi, yəni farsça paleografiyaya giriş, 101 farsça sənəd. Bax, burada mündəricət qismini göstərim. Şah İsmayılın farsça fərmanları, məktubları bu əsərdə toplanmışdır. Bəli. Bundan başqa yenə də tövsiyə edə biləcəyim əsərlər Tağı Musəvinin orta əsr Azərbaycan tarixinə dair fars dilində yazılmış sənədlər. Bakı 1965-ci ildə nəşr olunub. Həmçinin Benjamin Martin'in Seven Safavid Documents from Azərbaycan Oxford 1965-ci ildə nəşr olunub. Yəni farsça sənədlər yüzlərlədir və nəşr olunub. Madəm deyirsiniz ki, türkçədə var, çoxdur, buyurun nəşr eləyin. Qoy oxucularımız, dinləyicilərimiz də faydalansınlar. Elnur, çox sağ olun. Bu da çox dəyərli məlumatdır. Düşünürəm ki, izləyicilərimiz inşallah faydalanacaqlar məlumatlardan. Və kəllə sümüyündən qədəh düzəldib şərab içməsi haqqında. Yəni bu da əvvəlki bəzi məsələlər kimi deyək ki, bunu hamı edib, bu adi bir haldır, və s. Buna nə deyə bilərsiniz? Bəli, buna da don gedirməyə çalışırlar ki, yəni ki, bunu da ilk dəfə bu eləməyib. Kim eləyib? Məsələn, Türk və İslam tarixində biz belə bir şeyə rast gəlmirik. Özü Mürşid-i Kamil eləyir. Mürşid-i Kamil eləyib bunu. Seyid İmam övladı deyirsiniz də buna, yox. Şəcərə düzəltmişsiniz ki, bu Seyid. Bu necə Seyiddir ki, əvvəla şərab içir. Üstəlik də insanın kəllə sümüyündən. Tarixdə bəli, kəllə sümüyündən qədəh düzəldib içki içənlər olmuş ki, vikinglər olub. Ondan sonra Peçeneglərin Kiyev Rus knyazı Sviatoslavın kəlləsindən
müsəlmanlarda və müsəlman türklərdə və digər müsəlman xalqlarda belə bir ənənə yox idi. Biz bunun bu şərəfxorluğunu da deyəndə acıqları gəldi ki, bu niyə görə bunu biz demirik. Yenə də qayıdırıq Dünyayı bəzənən Abbasın Tarixi adlı onun münşisi İskəndər bəy Münşi Türkman əsəridir ki, Şahi bəy burada əvvəl onu deyib ki, Mərv müharibəsindən, döyüşündən söhbət gedir. Mərv döyüşündə Şeybani xan, Özbək xanı Şeybani xan məğlub edilir. Şah İsmail əmr edir ki, onun cəsədini cəsədlərin arasından tapın deyə tapıb çıxarırlar və deyir ki, Şahi bəy xanın başını bədənindən ayırdı. Xaqan ilahi, yəni Şah İsmail ilahiyə şükür elədi buna görə. Onun əzalarının hər bir üzünü bir vilayətə yolladı. Deməli, nə edir? Şeybani xanın bədəni doğratdırır, əlin, ayağın, qolunun, qıçın hərəsi bir vilayətə göndərir. Başının dərisini soydurub içinə saman doldurtdu və Osmanlı hökmdarı Sultan Bəyazidə göndərdi. Əhsən-ü Təvarix, yəni Həsən bəy Rumlunun sözlərinə görə xanın kəlləsini qızıla tutdu və həmin kəllə nişat məclislərində uzun illər əldən ələ gəzdi. Xacə Kəmaləddin Mahmud Şahi bəy xanın vəzirinin məşhur sağərçisi idi və buraya Mərv qalasından gəlmişdi. Şəhriyar, yəni Şah İsmail həmin qızıla tutulmuş kasanı işrət qədəhi kimi əlinə götürüb ondan mey içirdi. Yəni həmin qızıla tutduğu Şeybani xanın kəlləsinə mey, şərab süzüb oradan içirdi. Kim verir bu məlumatı? İskəndər bəy Münşi verir, Səfəvi mənbəyidir bu. Şah Abbasın tarixçilərindən biridir. Bundan ayəsi yoxdur da. Bəli. Sizin Mürşid-i Kamil, ondan sonra Əhl-i Beyt yolunun davamçısı, İmam övladı dediyiniz şəxs şərabxor idi. Üstəlik də normal qədəhdən də içmirdi. İnsan kəlləsindən içirdi yəni. Bəli, təbii ki, bu özü də böyük bir faktdır. Və tarixdə də bu zaten sübut olunub, yəni ona görə kitabdan kitaba çevirib, yəni mənasını dəyişməyin bir adı da təbii ki yoxdur. Elnur müəllim, son bir sualımı ünvanlayım. Yəni artıq sizi çox yorduq, üzrlə hesab eləyin. Vaxtınızı çox aldıq. Əlbəttə ki. Deməli, bizim Azərbaycanda tanınmış şəxslərdən biri, adını da deyə bilərəm, Sərdar Cavloğlu iddia edir ki, yəni Şah İsmail, Şiəliyi Azərbaycan Şah İsmail gətirməyib, ondan əvvəl də Azərbaycanda şiəlik var idi və s. Belə bir iddia ilə çıxış edib. Buna da bir tarix seçmə, buna bir qiymət verər. Heç bir tarixi həqiqətə, tarixi sənədə söykənməyən bir iddiadır. Əvvəla adını çəkdiyi şəxsin dediyi kimi nədir? Deyir ki, şiəlik var idi. Türklüklə şiəliyi qarışdırıb bir-birinə qızılbaşlığı ortaya çıxardı Şah İsmail. Yəni biz bundan biraz əvvəl də dedik. Qızılbaşlığı Şah İsmail çıxarmayıb ortaya. Qızılbaşlar artıq Cüneyd, babası olan Cüneydin ətrafında var idilər. Şeyx Heydər, atası olan Şeyx Heydərin ətrafında var idilər. Qızılbaşlığı Şah İsmail icad eləməyib. Qızılbaşlıq dediyimiz Anadolu Ələviliyi idi. Necə ki, Şam Ələvi, Suriya Ələviliyində Nusayrilik deyilir, Anadolu Ələviliyində də qızılbaşlıq deyilir. Və Azərbaycanda da yox idi. Biz bunu adınlar və yenə də Elxanilər dövründə yaşamış bir saray məmuru var. Həmidullah Mustafi Qəzvini, bu Hülakülər dövründə yaşamış bir dövlət məmurudur. Onun Nushatül Qulub adlı Azərbaycan coğrafiyaya dair əsəri var və orada Azərbaycana aid, Azərbaycan şəhərlərinə aid də məlumatlar verir. Hal-hazırda siz ekranda onun rusca tərcüməsini görürsünüz. Gəlin oxuyaq, baxaq. Deyir ki, Təbriz şəhəri başı eçəs ix sünniti şafisqə tolqa. Ondan sonra Salmas. Jitili Goroda Vesma Nabojni sünniti, yəni Salma şəhərinin çox dindar sünnilər idi. Uşluq şəhəri, Cənubi Azərbaycandadır yenə də. Большинство ее жителей sünniti. Sərab. Jitili Belarisi sünniti, ağbənzi sünnilər idi əhalisi. Ərdəbil. Başa eçəs jitili İspavedu Şafiski Tolq, yəni Şafi məzhəbində dedilər. Ərdəbil şəhərinə. Və həmin hörmətli şəxsin vətəni olan Naxçıvan haqqında, Naxçıvanski Tuman deyir, Naxçıvan tüməni, состоит из 5 городов. Naxçıvan относится к 4 климату. Жители его Белолицы исповедуют шафийский толк. Naxçıvan əhalisi Şafi məzhəbindədir, Sünni məzhəbindədir. Azərbaycanın bir dərəcə, İranda sadəcə Qum və Kaşan şəhərlərində şiəlik var idi. İran da onun xaricində başdan başa Sünni idi. Yəni bu heç bir sənədə. Tarixi faktlardır. Bəli, bunlar tarixi faktlardır. Biz sadəcə bunu dilə gətiririk. Bəli. Həmçində hətta Azərbaycan bizim Bərdə şəhərində sizin kitabınız var idi, Azərbaycanda tarix alimləri. Yəni həqiqətən də indiki Azərbaycan, yəni Şimali Azərbaycan, bizim dövlətimizin ərazisində də sünnilik olub həmişə. O tarixi oxuyanda, alimlərin adlarını oxuyanda, onların elmi fəaliyyətini oxuyanda
Bu açıq-aşkar özü bir özə verir. Abdurrahim əmi, icazənizlə mən bir balaca bir haşiyədən kənara Olsun, çıxarıb buyurun. bir neçə kəlmənən ədəbiyyatçılarımızı da bir işə cəlb etmək istəyirəm, həvəsi olanları. Şah İsmayıl Xətainin divanı haqqında var. Çox deyirlər ki, Türkçə divanı var, Türkçə divanı var, Türkçə şeirlər yazıb. Baxın, bu İbrahim Aslanoğlu tərəfindən 1992-ci ildə nəşr olunmuş Şah İsmayıl Xətai Divan, Dəhnamə, Nəsihətnamə və Anadolu Xətailəri adlı əsərdir. Burada mündəricatını sadəcə diqqətinizə cəlb eləmək istəyirəm. Anadolu Xətailəri. Gör nə qədər Xətai varmış Anadoluda və şübhəli şeirlər. Xətai, Can Xətai, Dərdimənd Xətai, Dərviş Xətai, Qul Xətai, Pir Xətai, Sultan Xətai, Şah Xətai. Yəni bir Xətai olmuyor. Bir çox Xətaidir. Biz bilmirik ki, bu şeirlərin Hansından gedir söhbət? Yox, bu şeirlər hamısı Bəli. kimə aid olduğu da bu da araşdırılmalı. Bəli, Yəni bu divanda Təbii ki. araşdırılmalıdır şeirlərdir, mən elə gəlir. Elnur hanım, çox sağ olun, təşəkkür edirəm. Buyurun, mən təşəkkür edirəm. Minnətdarıq sizə, həm öz adımdan, həm izləyicilərimiz adından təşəkkür edirəm. Çox dəyərli məlumatlar verdiniz. Əlbəttə bu araşdırma etmək üçün yəni günlərlə vaxt lazımdır ki, insan vaxtını ayırsın və Allah sizin vaxtınızı bərəkət versin, ömrünüzə bərəkət versin. Allah sizə xeyirli, bərəkətli günlər nəsib eləsin. Dəyərli izləyicilər, sizə çox Sizə sağ də olun, Allah təşəkkür sizdən razı edirik. olsun. Mən də sizə təşəkkür edirəm. Belə bir maraqlı verilişi hazırladığınız üçün uğurlar diləyirəm sizə. Sağ olun. Çox sağ olun. Dəyərli izləyicilər, sizə təşəkkür edirəm. Minnətdaram sizə. Bizi izlədiyinizə görə, axıra qədər bizə səbirlə, təmkin qulaq asdığınıza görə təşəkkür edirəm. Videolarımızı həmişə olduğu kimi bəyənin, paylaşın. Daha çox insanı çatsın, daha çox həmvətənimiz maariflənsin. Allaha əmanət olun. İnşallah növbəti görüşlərdə görüşərik. Selamun aleyküm və rəhmətullah.